Bizim bugünkü mövzumuz biz nəyə görə bir gündə 5 dəvətli gətirə bilmirik? Həm bu barədə danışacağam, həm də rekruting və müsahibə haqqında danışacağam. Rekruting və müsahibə nədir? Əvvəla onu qeyd edim ki, rekruting sizin, məsələn, siz elə bil ki, çıxırsınız sahəyə də bir növü dəvət ki, eləmək istəmirsiniz, yəni kimlərisə bu işə dəvət eləyirsiniz. Recruiting odur, yəni dəvət zamanı o gedən bütün proseslər recruitingə daxildir. Tutaq ki, orada paylaşımlar eləyirsiniz sosial şəbəkələrdə, tutaq ki, kimlərəsə səslər atırsınız sosial şəbəkə vasitəsilə dəvət eləməyə başlayırsınız, yəni dəvət eləmək istəyirsiniz. O dəvət zamanı ki, səs atırsınız, tutaq ki, məlumat verirsiniz. Bax, bu sürəc, bu proses recruitingdir ümumi. Amma müsahibə sizin həmən insanla, yəni söhbət zamanı, söhbət ki, eləyirsiniz qarşılıqlı, müsahibə odur ki, siz o insanı tanımağa çalışırsınız. Həmən insanla söhbət eləyirsiniz, yəni suallar verirsiniz, o sizə sual verir, siz ona sual verirsiniz, bir-birinizlə tanımağa çalışırsınız. Bu müsahibədir. Biz bir gündə nəyə görə 5 nəfər komandamıza daxil eləyə bilmirik? Bir gündə və sual gələ bilər ki, Vüsalə xanım, bu mümkündürmü? Bunu eləmək mümkündür? Əlbəttə ki, mümkündür. Ümumiyyətlə, bir insan, bir şəbəkəçi, bir networkçü, əgər mükəmməl iş görmək istəyirsə, dəvətlərini çoxaltmaq istəyirsə, əvvəla onu deyim ki, işimizin zaten gedişatı budur. Yəni, biz işimizdə dəvətlə məşğul olmalıyıq da. Bizim işimizin gedişatı budur ki, biz komandanı dəvətlə böyütməliyik. Dəvət edərkən də əslində qalanda hər kəs bizim dəvətimizi doğruldacaq deyə bir şey yoxdur. Yəni, hər kəsi biz komandamıza daxil edib, əlbəttə, çox insanı burada yetişdirmək olar. Amma həmən insanın özünün də bu şeyə haradasa marağı olmalıdır. Və maraq onun daxilində gizlidir. Bunu üzə çıxartmaq lazımdır. Yəni, biz bilmirik ki, tutaq ki, hər hansısa bir insanla otururuq, tutaq ki, söhbət edirik. Söhbət əsnasında biz o insanla söhbət etdiyimiz zaman onun nəyə marağı olduğunu, əslində qalanda şəbəkə işi belədir ki, bizim işimiz ümumiyyətlə belədir ki, bizim şəbəkə işində hər şey var. Yəni, təmizlik axtarırsınız, kimyasalsız təmizlənmək istəyən, orqanik təmizlənmək istəyən bu şirkətə gələ bilər. Kimyasalsız təmizlənmək istəyən bu şirkətə gələ bilər. Sağlam yaşamaq istəyən bu şirkəti seçim etməlidir. Tutaq ki, insana nə lazımdır? Sağlamlıq, gözəllik, inkişaf, şəxsi inkişaf, çoxlu pul qazanmaq, karyera qurmaq. Bunlar hamısı bizim şirkətdədir. Liderlik, arxasından kimlərisə aparmaq. Tutaq ki, mənim özümdə belə bir xüsusiyyət var ki, mən uşaq vaxtından xoşlayıram mikrofonu çox sevirəm. Mikrofonda danışmağı, mikrofonla çıxış etməyi, insanlara hitap etməyi, insanları, necə deyim, mən dinləyim, mən danışım, insanlar məni dinləsinlər də. Yəni, bunu sevirəm mən. Xoşladığım bir şeydir. Elə insan var ki, ona heç pul, əslində qalda pul hamıya maraqlıdır. Amma bəzən ola bilər də ki, bəlkə də o qədər maraqlı deyil, amma onun pulu da var, onun imkanı da var. Yəni, pul onun üçün maraqlı deyil, amma həmən insana mikrofonla danışmaq daha maraqlıdır. Məsəl üçün deyirəm. O həmən insana liderlik etmək maraqlıdır. Həmən insan arxasından kütlə aparmağı sevir. Həmən insan çıxış etməyi sevir, necə deyim, pomponlanmağı sevir, alqışlanmağı sevir, səhnəyə çıxmağı sevir. Yəni, belə şeyləri sevir. Biz ünsiyyətdə olduğumuz insanları da, bəs nəyə görə deyirik ki, biz insanlarla ünsiyyətdə olduğumuz zaman həmən insanları tanımalıyıq. Biz təzə vaxtı işə başladığımız zaman, dostlar, yaxın ətrafımızla başlayırıq. Yəni, öz yaxın çevrəmizlə başlayırıq. Çünki biz bu işdə tutaq ki, yeniyik. Hər insan sosial şəbəkə ilə işləməyi bacarmır. Bizim işimizdə, şəbəkə işində də sosial şəbəkələrlə işləmək əlbəttə ki, şərtdir. Amma biz
əgər təzəyiksə bu işdə, bizim ətrafla bu işə başlamamız isinmə prosesidir. Sanki siz yəni boksa girəcəksiniz və yaxud da güləşə girəcəksiniz. Kimlənsə boks yarışına girəcəksiniz və o boks yarışına girməmişdən qabaq öncə siz isinmə eləməlisiniz, antrenman etməlisiniz, yəni məşq eləməlisiniz ki, o isinmə prosesi baş versin və siz boksda yaxşı hərəkət eləyə biləsiniz, yaxşı çıxış eləyə biləsiniz, yaxşı o ringdə qalib gələ biləsiniz. Bizim ətrafımızla başlamağımız da bunun kimidir. Yəni biz bu işə başladığımız zaman əslində qalanda bizə ən çox bizim işimizi aparacaq, irəli aparacaq şey bizim sosial şəbəkələrdən istifadə etməmizdir, düzgün istifadə etməmizdir. Amma biz yaxın ətrafımızla bu işə başlayırıq, yaxın ətrafa öncə dəvət eləyirik. Yaxın ətrafda da yenə biz tanıdığımız, məsələn, tutaq ki, yaxın adamlarımıza, yaxın qohumlarımıza, dostlarımıza dəvət elədiyimiz zaman həmən insanın biz xarakterini bilirik də, bilməliyik ki, mən bu insanda necə maraq yarada bilərəm. Ümumiyyətlə, bizim işimizdə ən böyük rol oynayır maraq yaratmaq. Əgər biz bu işə qarşı insanlarda maraq yarada bilmiriksə, heç bir şəkildə burada, yəni həmən insanı bu işə dəvət eləyə bilməyəcəyik. Çünki bundan qabaq onların, məsələn, belə deyək də, bizdən qabaq kimsə, onların xalası, bibisi, filankəsi, bəhmənkəsi bu işlə məşğul olub, ona deyiblər ki, get adam gətir, get adam gətir. O da artıq elə düşünübdür ki, mən burada ancaq adam gətirməliyəm və bu iş onu iyrəndirib də, belə deyək. Artıq o düşünür ki, mən neynəməliyəm, mən burada elə ancaq adam gətirməliyəm. Tutaq ki, əvvəldən onda travmalar qalıbdır. Və o dövrdə bu işlə tanış olubdur ki, onda sosial şəbəkə o qədər inkişaf eləməmişdi. Sosial şəbəkə inkişaf etsə belə, bu işlə bu təzə tanış olubdur və onun filankəsi də hə, elə o vaxtı da çıxmışdı. Yadımda deyim, mən onda biraz uşaq idim. Gəldilər ki, mıncıq var, bunları düzməlisən, məsəl üçün deyirəm. Və yaxud da o vaxtı sep var idi bir dənə, o sepi satırdılar. O şeydir, ucuca qoşursan adamları, o onu gətirir, ondandır. Bu buna negativ verdi. Həmən insana negativ verdi və bu başlayır çəkilməyə ki, hə, bu iş doğrudan da belə bir işdirsə də, mən bu işi görə bilmərəm ya da bu iş fırıldaqdır və s. Amma həmən insana oturub düzgün şəkildə izah etdiyiniz zaman başa salmaq lazımdır. Yəni, dərindən başa salmaq lazımdır. Hətta həmən insanlarla siz etirazlarla qarşılaşacaqsınız. Sizə dəvət elədiyi zaman etirazlarla qarşılaşırsınız. O etirazları qarşılamaq lazımdır. Qarşılamaq odur ki, sizə dediyim, tutaq ki, bu iş fırıldaqdır, bu iş budur, odur dediyi zaman siz onun qarşılığında ona verəcək cavabınız artıq sizin bazanızda olmalıdır. Özünüzdə bunu gəlişdirməlisiniz ki, mən ona daha məntiqli hansı cavabı verə bilərəm? Mən ona daha məntiqli hansı və yaxud da, məsələn, mən bir təlimdə oldum, Ziya Şakirin təlimində o deyirdi ki, sizə etirazla gələn insana ən gözəl cavab ona məntiqli sual verməkdir. Sual verə bilərsiniz həmən insana. Tutaq ki, bu iş fırıldaqdır deyən insana elə məntiqli sual verməlisən ki, o düşünməlidir ki, doğrudan da bu iş fırıldaqdırmı? Hə, bir də ki, bəzi insanlar var ki, bəhanə eləmək xətrinə etiraz eləyirlər. Yəni, əslində o etiraz deyil, o sadəcə bəhanə eləyir. Bunu bəhanə eləyir. Yəni, bu onun bəhanəsidir vəziyyətdən çıxmaq üçün. Yəni, siz onu ayırd eləməlisiniz ki, bu onu bəhanə eləyir, yoxsa etiraz edir. Bəhanə etdiyi zaman belə, onun o bəhanəsini ortadan, əslində bəhanə özü belə ona görədir ki, yenə o insan burada nə olduğunu, bu işdə onun nəyin gözlədiyindən xəbərsizdir. Yəni, bilmir nə gözləyir. O bilmir ki, bu işdə o gözəl bir karyera qura bilər. O bilmir ki, bu işdə o məşhurlaşa bilər, tanına bilər. Tutaq ki, yəni, bu iş sərbəst bir iş qrafikidir. Amma
Həmən insan burada istədiyini əldə eləyə bilər. Bu iş ona hər şey verə bilər. Bu iş ona maddiyyat verə bilər. Bu iş ona karyera verə bilər. Qısa müddətdə həyatı belə dəyişə bilər. Və çox insan buna inanmadığına görə, bu şeylərə inanmadığına görə işi yarı yolda buraxır və çıxır gedir. Çünki o inanmır və sistemi gözünün qarşısında canlandıra bilmir. Bəs biz nəyə görə hər zaman deyirik ki, gətirdiyiniz dəvətlilərinizi eğitimlərə qoşun, məcbur eləyin təlimlərə girsinlər. Məcbur deyəndə ki, heç kimi sürüyə-sürüyə harasına apara bilməz, nə heç kimi zorla nəyəsə elətdirə bilməz. Məcbur odur ki, siz ona uyğun bir dillə başa sal ki, bəs deyir ki, yox, Vüsalə xanım, mənim vaxtım yoxdur. Bax, gözəl insan, dəyərli insan, başa düşürəm, vaxtın yoxdur, anlayıram səni. Amma bilirsən necə edə bilərsən? Tutaq ki, telefonu qoyursan, mikrofonunu bağlayırsan, görüntünü də bağla, dinlə. Ən azından dinlə. Dinlə ki, gör orada nədən danışırlar, nə haqda danışırlar. Sən baxıb artıq öyrənib. Mən yenə dəfələrlə bunu demişəm. Eğitimlərdə, seminarlarda mənim dinləməyə, yəni səbrim çatmırdı. Amma mən düşünürdüm ki, mən nəsə eləməliyəmsə, mən nəsə bir işlə məşğul olmalıyamsa, mən hardansa başlamalıyamsa, mənim canım da çıxmalıdır. Mənim üçün əziyyətdə olsa, bəli, mən başa düşürəm, dinləmək çətindir. İndi səbir daralıbdır, insanlar əvvəlki kimi deyirlər. Səbir yoxdur ki, insanlar da oturub bir şeyi axıra qədər dinləsinlər, uzun-uzadı nələrəsə baxmaq istəmirlər. Hamı belədir. Amma kimlər bunu qalib gəlirlər, kimlər bunu bacarırlar? O insanlar ki, onlar həqiqətən də sürü düşüncəsindən çıxırlar. Yəni, hər kəsin düşündüyü kimi yox, fərqli olmağı bacarırlar və fərqli olmağı bacardıqlarına görə də onlar inkişaf eləyə bilirlər. Biz nəyə görə bir gündə 5 dənə dəvətli yazdıra bilmirik komandamıza? Çünki biz öz üzərimizdə işləmirik. Biz özümüzü inkişaf etdirmək üçün əlimizdən gələni etmirik. Biz tutaq ki, qoyulan tapşırıqlara belə qrupda tutaq ki, hansısa bir link atılıbsa ki, bu linkdən qoşulub dinləməlisən, öyrənməlisən və öyrəndiklərini tətbiq etməlisən. Tutaq ki, bəzi xanımlar var ki, belə deyək də, o belə bir gərəkçə gətirir. Mənim yoldaşım sosial şəbəkədən istifadə etməyə icazə vermir. Mən sosial şəbəkədən işlətməyi, yəni istifadə etməyi bacarmıram. Mən özümü göstərməyi bacarmıram. Mən özümü göstərmək istəmirəm. Bax, bu bir səbəbdir. Yəni, siz əgər sosial şəbəkədən ümumiyyətlə insan nəyisə istəyirsə, özü istəyirsə, o bəhanələr gətirmir. İnsan əslində qalanda sosial şəbəkədən, məsələn, mən istifadə edirəm. Mən orada ancaq və ancaq işimi təqdim edirəm. Arada bəzi belə şirinliklər eləyirəm, maraqlı olsun deyə. Çünki sürəkli iş elədiyimiz zaman insanlar bezə bilərlər bu vəziyyətdən və məni izləmək istəməyə bilərlər. Mən onlara yorucu ola bilərəm. Bir ara bir maraqlı bir şeylər də eləyirik ki, səhifədə qalsınlar. Səhifənin izləməsini buraxmasınlar. Tutaq ki, baxsınlar bizə. Və səhifənin izləməsini onlar izləməyə alanda, baxanda, bu istər-istəməz mənim səhifəm daha çox insanın qarşısına çıxır və daha çox insan mənim səhifəmi görür. Mənə lazım olan insanlar belə mənim paylaşımımı görə bilərlər. Onların qoyduğu layka görə, onların yazdıqları yorumlara görə, bir-birlərinə atmalarına görə və s. mənim səhifəm daha çox insanın qarşısına çıxa bilər. Biz nəyə görə bir gündə 5 dəvətli yazdıra bilmirik? Çünki biz düzgün ünsiyyət bacarığını özümüzdə formalaşdıra bilmirik. Biz öncə insanları dinləməyi bacarmalıyıq, onlarla söhbət eləməyi bacarmalıyıq, onlarla isti münasibət qurmağı bacarmalıyıq ki, əvvəlcə sən elə bil ki, hazırlayırsan, həmən insanları hazırlayırsan. Tutaq ki, 5 nəfərə, 10 nəfərə, 20 nəfərə bu iş haqqında danışırsınız, məlumat verirsiniz.
Və deyək ki, siz bu işə təzə başlamısınız, tutaq ki, məndən fərqli olaraq, mən 7 ildir bu işlə məşğulam, amma siz bu işə təzə başlamısınız. Sizin əlinizdə material da yoxdur, sizin əlinizdə, yəni məndə olan, tutaq ki, materiallar yoxdur, amma mənim ekibim, amma məndə olan materiallardan istifadə edə bilərlər. Mənim hazırladığım materiallardan ya da sizin üst sponsorunuzun hazırladığı materiallardan istifadə edərlər. Necə ki, mən özüm öz materiallarımdan istifadə edirəm. Amma deyək ki, siz təzəsiz bu işdə, təzə başlamısınız. Fikrim yayınır. Siz bu işə təzə başlamısınız, hələ təzəsiz, nə etməlisiniz? Dediyim kimi, düzgün ünsiyyət, düzgün münasibət, insan üst başınız mütləq şəkildə geyiminiz, əgər birə-bir kontaktdasınızsa, mütləq şəkildə sizin əyniniz, başınız, siz qarşı tərəfə hansı enerjini ötürürsünüz, qarşı tərəf sizdən nə alır? Siz qarşı tərəfə biznesdən danışırsınız, pul qazanmaqdan danışırsınızsa, əgər sizin üst başınız buna müsait deyilsə, həmən insanda belə bir sual işarəsi yaranacaq ki, əgər bu insan yaxşı pul qazanırsa, bəs nəyə görə yaxşı geyinməyibdir, yaxşı səliqəli geyinməyibdir, tutaq ki. Məsələn, bunu deyə bilərsiniz ki, birincisi yalan danışmaq lazım deyil. Qətiyyən yalan danışmaq lazım deyil. Zaten siz yaxşı geyinməmisinizsə, səliqəli geyinməmisinizsə, üst başınız buna müsait deyilsə, həmən insan sırazı sual yaranacaq ki, bu insan yalan danışır. Bu önəmli bir nüansdır. Sizin yalan danışmamağınız. Nə olursa olsun, qəti surətdə yalan danışmamalısınız. Və düşünürsünüz ki, bir gündə 5 dəvətli yazdırmaq mümkün deyil. Əlbəttə ki, bu mümkündür. Üst başınızın səliqəli olması, hətta ağız qoxunuz belə, ağzınızdan pis qoxu gəlməməlidir. Çünki siz onunla üz-üzə qalmısınız, üz-üzə danışırsınızsa, sizin ağzınızdan pis iy gəlirsə, qarşı tərəf bundan rahatsız ola bilər. İstərsiniz o insan sizdən qaçmağa çalışacaq, aralı durmağa çalışacaq. Şəxsən mən beləyəm. Mən özüm bu şeydən rahatsız oluram deyə. Hətta mən özüm də qarşı tərəflə ünsiyyətdə olduğum zaman necə deyim, fikirləşirəm ki, görəsən mənim nəfəsim həmən insanı rahatsız eləmir ki. Çünki mən özüm bundan rahatsız olan bir insanam. Xoş gəlmir mənə. Kim olsa xoş gəlməz. Yəni İnsan var ki, baxırsan ki, onun vecinə deyil, qoxudan o qədər rahatsız olmur. Amma mən aşırı dərəcədə rahatsız olan bir insanam. Əgər hətta üstünüzə vurduğunuz ətir belə çox aşırı dərəcədə tündür, baş çatladan bir ətirdirsə, həmən xoş deyilsə, mülayim deyilsə o ətir, o belə həmən insandan siz insana siz elə bil ki, mənfi enerji ötürə bilərsiniz. Həmən insan sizdən uzaqlaşmağa bilər. Baş çatladan elə insan var ki, ətir vurur ki, onun bədəninin qoxusuyla da o qarışıb ortaya tamamilə belə pis bir iy çıxır və insanı rahatsız eləyə bilir. Bax, bunlara çox diqqət yetirməniz gərəkir ünsiyyət zamanı. Ondan sonra əgər dediyim kimi sağlamlıqdan danışırsınızsa, tutaq ki, sağlamlıq belədir, sağlamlıq belə, sağlamlıq. Tutaq ki, siz saçlardan danışırsınız, saçın keyfiyyətindən, biz belə şamponlar var, belə filan var danışırsınızsa, əgər sizin özünüzün saçlarınız bərbad vəziyyətdədirsə, istərsiniz o insan sizin haqqınızda düşünəcək ki, bu özü saçdan danışır, amma özünün saçları bərbad vəziyyətdədir. Bəs əgər elədirsə, bəs niyə özü istifadə eləmir? Tutaq ki, bu məhsullardan da, məsəl üçün deyirəm, uydururam. Bax, bunları dedik. Düzgün ünsiyyət, düzgün deməli, bəhanələrini qarşılamaq, həmən insanın etirazlarını qarşılamaq. Həmən insan, birincisi, bəzən ola bilər ki, sizin ayaq üstü hər şeyi orada, hər bir şeyi orada töküb danışmağınız düzgün deyil. Maraq yarada bilərsiniz həmən insanda ki, öncə həmən insan, tutaq ki, birə-bir danışırsınızsa, əgər birə-bir danışdığınız qonşudur, qohumdur, birə-bir danışdığınız birisidirsə, danışırsınızsa, onda siz ona nədir bu? Nə deyirdim? Unutdum. Yadıma salım. Hə, Məsələn, etirazlardan danışırdıq da, etirazlardan.
etirazlara hazır olmalısınız. Yəni həmən insan tutaq ki, sizə bəhanə gətirir. Bəhanə gətirir ki, mən bu filan şeyə görə yox, mən bu işi bacarmaram ki, bu iş mənlik deyil. Tutaq ki, deyə bilərsiniz ki, ona sən hələ bir dinlə, gör nədir, ondan sonra burada bacarılmayacaq bir iş yoxdur. Tutaq ki, sadə bir işdir, asan bir işdir, çətin bir şey deyil. Çox yaxşıdır, çox əlverişlidir, hər cəhətdən rahatdır. Mən də sənin kimi düşünürdüm, necə də mənim kimi düşünürsən, mən də sənin kimi düşünürdüm, deyə bilərsiniz həmən insana. Və hətta, hə, mən də səni, düz deyirsən, mən də, bax, çox gözəl vurğuladın, mən də o vaxtı, bax, belə olmuşdum, məndə də belə olmuşdu. Amma indi maşallah olsun, mən məsəl üçün deyirəm, böyük bir komandam var, tutaq ki. Belə şeylərlə, belə danışıq tərzi ilə və yenə deyirəm, bu işdə olan gözəllikləri, özəllikləri qarşı tərəfə ötürmək lazımdır. Ötürmək. Qarşı tərəfə siz bunu əgər burada olan onu nə gözləyir, gözlədiyini başa sala bilmirsinizsə, qarşı tərəfə onu ötürə bilmirsinizsə, tutaq ki, ayaq üstündə orada vaxtınız varsa, ayaq üstündə bu biraz çətin məsələdir. O da harasa gedir, tələsir. Siz də haradansa gəlirdiniz, qarşılaşmışsınız, tutaq ki, danışırsınız orada. Hər şeyi orada danışmaq məcburiyyətində deyilsiniz. Danışmamalısınız da. Maraq yaratmalısınız həmən insan. Daha sonra çağırırsınız, gəl filan yerə, gəl 20 yanvarda ofisimiz oradadır. Gəl bir həm çayı çək, oturaq söhbət eləyək. Həm də mən sənin işin incəliklərini daha ətraflı başa salım, izah eləyim. Gəl sənə orada daha mən rahat başa sala biləcəm, daha rahat izah eləyə biləcəm. Tutaq ki, bax, siz, birincisi bu, belə deyək də, ətrafla, dediyim kimi, başlanğıc mərhələsində biz ətrafla işləyə bilərik. Ətrafa bunu dəvət eləyə bilərik, ətrafla başlaya bilərik. Amma ətraf da bir yerə qədərdir. Əsas bizə lazım olan, əsas bu işdə bizim ən çox köməyimizə çatan kütlədir. Çünki bir də bir şey qeyd edim, ətrafın özündə belə bəzən acı da olsa bir həqiqət var ki, ətraf, sən bir insanı, əslində qalanda bizim şəbəkənin pis işi ondadır ki, şəbəkədə siz dəvət elədiyiniz insan sizin gəlir düşür komandanıza, o oradan özü də əgər sənin özü ilə maraqlansa, bu əladır. Amma o sənin özü qalır kənarda, təəssüflər olsun, belə düşüncədə, belə psixologiyada xəstə ruhlu, mən həmən insanlara xəstə ruhlu kimi baxıram. Təəssüflər olsun ki, bunlar özləri qalırlar, başlayır üstündəki adamla maraqlanmağa ki, görəsən məni bu şirkətə dəvət eləməkdə, tutaq ki, Vüsalə xanımın məqsədi nədir? Məni dəvət etdim, məndən nə qazanacaq? Nəyə görə məni dəvət edir və o onun beynini qurcalayır və o insan çalışmaqda çətinlik çəkə bilir. O da bəzən ondan da irəli gəlir ki, onun sponsoru işi ona düzgün izah eləyə bilmir, enerjini düzgün ötürə bilmir, haradasa bir yalana yol verə bilir, haradasa bir səhvlərə yol verə bilir, aşıbqaya yol verir və o oradan tutur, həmən insan oradan tutur, o xırda bir nüansı əslində boş ver deyib keçə bilsə, bacarsa bunu, güzəştə getməyi bacarsa, zamanla hər şey yerinə də oturacaq, zamanla hər şey gözəl olacaq. Amma onu keçə bilmədiyinə görə həmən insan beyninə salıb onu, yəni beynində çürüdür və Mən bunu belə hesabladım. Elə bir ki, 4 ballarla yuxarıda. Salam, axşamınız xeyir olsun. Necəsiz? Axşamınız Salam, xeyir. axşamınız xeyir olsun. Necəsiz? Sağ olun, siz necəsiz? Kimdir ki danışan? Mən, Elnura xanım, sizsiz? Elnurənin Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müdürüm. axşamınız xeyir, Necəsiz? axşamınız xeyir. Sağ olun, siz necəsiz? Məndə telefon 2-dədir, üzürlü sayın mesaj gəlmişdi deyə məcburən ora səs alırdım. Demək səsim də açıq qalmışmış. Bir dəqiqə üzürlü sayın. Eyb yox, eyb yox. Bu beynində fırlatdığına görə yaxın ətrafla biz çalışdığımız zaman belə problemlər yaşaya bilirik. Amma sosial şəbəkə ilə çalışdığımız zaman, sosial şəbəkədə bu hardasa da
ola da bilər, amma çox vaxtı həmən insanların məqsədi özlərinin. Çünki sizi tanımır, yəni yad bir insandır və əgər düzgün şəkildə təqdimat eləmişsinizsə, işi ona düzgün şəkildə ötürmüsünüzsə, o dərk edibsə bu işi, ümumiyyətlə mən düşünürəm ki, bu işi dərk edən insan sadəcə işə odaqlanır və başqa şeylər haqqında düşünmür. Ancaq işinə odaqlanır. İş haqqında düşünür və öz çətirinin altı, bizim başqanımız Vəkil bəy Azərbaycana gələndə belə bir söz işlətdi. Çətirinizin altı ilə maraqlanın. Öz çətirinizin altı ilə. Yəni alt komandanızla maraqlanın. Üstlə maraqlanmayın. Hətta şəbəkədə belə bir deyim var. Problem olanda problemləri üstə danış, məsləhət al. Amma alt ekibinə bunu bildirmə. Alt ekibinə negativ vermə. Bəzi insanlar fərqində olmadan xırda bir şeyi, problemi də böyüdüb alt komandalarına verə bilirlər. O da öz ekiblərinə negativ verirlər və dərk eləmirlər ki, mənim bugün öz sponsorumla yaşadığım problemi, öz alt komandama ötürdüyüm negativi, yarın əgər mənim ekibim, mənim sponsoruma qoyduğum hörmətin aşağı səviyyədə olduğunu hiss edərsə, mütləq mənim ekibim də bundan istifadə eləyib, eyni hörməti mənə eləyəcək. Başa düşürsünüzmü nə demək istədiyimi? Anlada bilirəm yəqin ki. Ona görə də burada çox diqqətli olmaq lazımdır. Heç vaxt problem olsa belə, ekiblə, sponsorla sizin aranızda xoşagəlməzlik olsa belə, bunu alt ekibə ötürməməyə çalışın. Probleminizi də sponsora bildirib, sponsorla həll edərək öz ekibinizə negativ ötürmədən, yəni ekibi böyütməlisiniz. Ona görə deyirlər ki, liderlər çözüm odaqlı olmalıdır. Liderlər problemi böyüdən yox. Orada necə vəziyyətdən çıxa bilərəm? Böhran vəziyyətində, məsələn, ola bilər ki, böhran vəziyyəti ola bilər. Şəbəkədir də, işdir, firma işidir. Nəsə ola bilər də, söz gəlişi. Orada lider artıq o liderliyini orada, liderin liderliyi orada görsənir. Yəni, o vəziyyəti elə idarə eləməlidir ki, ekib bundan negativə düşməməlidir. Ondan sonra sosial şəbəkə ilə də işlədiyimiz zaman tutaq ki, siz müxtəlif üsullardan istifadə eləyə bilərsiniz. Nəyə görə deyirik ki, bir gündə 5 dəvətli yazdırmaq, bəli, mümkündür. Öncə siz onları hazırlayırsınız. Birincisi özünüzü hazırlayırsınız. Düzgün ünsiyyət qabiliyyəti, yalan danışmamaq, ondan sonra bunlar çox önəmlidir. Yalan danışmamaq, insanları aldatmamaq, ədalətli davranmaq, qarşı tərəfə düzgün şəkildə işi izah eləmək, hər bir şeyi, tutaq ki, şirkətin özəlliklərini, gözəlliklərini biz qarşı tərəfə hər bir şeyi elə gözəl izah eləməliyik ki, başa salmalıyıq ki, burada olan imkanları çatdırmalıyıq. Bu işə qarşı maraq yaratmalıyıq. Yəni, həmən insan gəlib düşünməməlidir ki, mən gəlib burada adam gətirəcəm, o gətirirsən, ucuca qoşursan, ondandır, gətirib adamı əyağıma yazdıracam. Belə şeylər düşündüklərinə görə, buranın elə gözəllikləri var ki, bu iş sistemi o qədər gözəldir ki, məsələn, mən şəxsən bu işdə özümü o qədər xoşbəxt hiss edirəm ki, bu iş mənə ləzzət eləyir. Allah məni bu işdə heç vaxt peşman eləməsin. Həqiqətən işdən zövq alıram. Komandamdan zövq alıram, komandamın uğurlarından zövq alıram. Komandamda olan qadınlar pul qazandıqca, onların uğurlarının nailiyyətlərini gördükcə mən fərəhlənirəm. Mən sahəyə, daha doğrusu, necə deyim, səhnəyə çıxmaq mənim üçün böyük bir gözəllikdir. Səhnəyə çıxıb, səhnənin qarşısında, kütlənin qarşısında danışmaq mənə ləzzət verir, mənə həzz verir, mənə xoş gəlir. İnsanların qarşısına çıxıb çıxış eləmək, mikrofondan istifadə eləmək, mikrofon üçün mən bayılıram, mikrofonu çox sevirəm. Bu mənə çox xoş gəlir. Mən pul qazanıram, bu mənə çox xoş gəlir. Ekib yönədirəm, komandama seminarlar təşkil edirəm, seminarlar verirəm, bu mənə çox xoş gəlir. Bizim axı işimiz o deyil. Yəni, həmən insan negativə düşməməli, həmən insandan, bax, bu gözəllikləri, özəllikləri
izah eləmək lazımdır. Sən bax bura gəlsən nə qazanacaqsan, sənin üçün nə olacaq, səyahətlər eləyəcəksən. Allaha şükür artıq şirkətimizdə xəbəriniz var yəqin ki, bizim üçün möhtəşəm yeniliklər eləyibdir. Çox gözəl yeniliklər var. Biz artıq öz biorezonans otelimizdən istifadə eləyəcəyik hər tərəfli. Həm gedib özümüz orada istirahət eləyə biləcəyik və onun içərisində nələr daxildir. Pulsuz aparatlardan istifadə, pulsuz hər şeydə, yəni müalicə, ondan sonra orada yoxlanış falan, bunlar hamısı həmən o otelin içərisində gəzinti, istirahət, hər bir şey otelin içərisində, 5 ulduzlu otelin içərisində olacaq. Biz bundan hər tərəfli istifadə eləyə biləcəyik. Həm öz ekibimiz üçün istifadə eləyə biləcəyik. Yəni ekibimiz bu paket şəklində biz onun satışını eləyib, oradan bizə prim yatacaq. Yəni biz o paketi kimə satsaq, dəvət eləsək, paketlə qoşa biləcəyik insanları, qoşduğumuz təqdirdə oradan bizə yaxşı gəlir yazılacaq. Plus biz komandalarımıza, ekiblərimizə, məsələn, şəxsən mən kampaniyalar təşkil eləyəcəm. O kampaniyaları tutduran insanlara həmən o səyahət paketini mən pulsuz hədiyyə eləyəcəm. Hətta onlarla da özüm də gedəcəm, birlikdə gedib Türkiyədə istirahət eləyəcəyik. Bütün o gözəlliklərdən faydalanacağıq hər tərəfli. Və bu bizə 2 qat motivasiya olacaq da, yəni hər tərəfli motivasiya olacaq. Sözümün canı nədir? Sözü hara gətirirdim? Nədən danışırdıq qızlar? Nəyə görə mən bu paketlərə dəyindim? Şirkətin avantajlarından. Şirkətin avantajları, o heç şirkətin avantajlarıdır, bəli. Biz bundan istifadə eləyib, komandalarımızı da bundan yararlandıra biləcəyik də. Yəni, nə gözəldir bu, çox gözəldir. Amma sözümün canı var idi, yəni sözü apardığım yer var idi. Hə, deməyim odur ki, yəni bu özəllikləri, bu gözəllikləri biz qarşı tərəfə ötürməyi bacarmalıyıq. Necə ki, mən sizə danışıram, bir də ki, biri var ki, siz qarşı tərəflə ölü formada danışırsınız. Hə, belə bir qlobal, yəni bomba kimi partlayış bir məsələni elə sakit-sakit danışırsınız ki, güya ki, yəni heç nə olmayıb da. Bir də var ki, siz onu elə enerji ilə qarşı tərəfə ötürürsünüz ki, bəs belədir, odur, budur, belə olacaq, elə olacaq, bu möhtəşəmdir, bu superdir. Həmən insanda da istərsiniz maraq yaranır ki, nə gözəl, bu nə gözəl işdir belə, doğrudan da necə gözəl işdir və bu doğrudan da belədir də. Siz bunu yalan danışmırsınız ki, və bayaq da mən dönə-dönə qeyd elətdim ki, qəti surətdə abartmaq, qəti surətdə yalan danışmaq lazım deyil, olanı çatdırmaq lazımdır. Doğrudan da bunlar bizim şirkətin avantajları, bizim şirkətin üstünlükləridir. Bunları düzgün şəkildə qarşı tərəfə, burada sən nə qazanacaqsan, səni nə gözləyir? Türkiyəyə gedəcək, orada hələ bu rezonans oteldən əlavə biz seminarlara gedirik, böyük seminarlarda iştirak edirik. Möhtəşəm olur da o seminarlar. Ora gedən insan istər-istəməz oradan böyük bir motivasiya ilə qayıdır. Biz dəfələrlə getmişik, iştirak eləmişik. Tutaq ki, mən özüm haqqında danışanda mən gəlirim haqqında danışıram. Doğrudan da mən Ersağdan, həqiqətən də mən bu gəliri burada görmüşəm. Həqiqətən də Ersağda gəlir, realdır, Ersağda gəlir, çoxdur, çox da yaxşıdır. Mən ayda 10.000 qazanan yəni insanam. Şəbəkə işidir. İndi bu dəqiqə 10.000 qazanmıram. Yalan deyə bilmərəm. Amma mən 10.000 manat pul qazanmışam Ersağdan. İndi mən heç qazanmayanda, zəif qazananda, mən 3.000, 5.000 pul qazananda bu şirkətdən qazanmadığımı düşünürəm. Çünki mən 10.000-i görmüş bir insanam. 10.000 gəlirə çatmış bir insanam. Və qazancımın azalmasının da müəyyən səbəbləri var idi ki, o səbəblərdən dolayı qazancımda düşüşlər olub. Amma bu belə getməyəcək. Mən burada o qazancı görmüşəm. Mən burada o gəliri görmüşəm. Mən təkrar qazancımı həmən o səviyyəyə, hətta ondan da yüksək səviyyəyə qaldıracam. Gerçəkdən də bu Ersağda, yəni bilənlər bilir ki, bu Ersağda mümkündür. Realdır. Həqiqətən də bu pulu burada qazanmaq realdır. Çünki bizdə əsl şəbəkə sistemidir. Məsələn, bizdə məsələn
sistem o qədər rahatdır ki, liderlər yetişdirmək lazımdır sadəcə olaraq. 2 ayın balı ilə biz lider qalxırıq. Lider olduqdan sonra bizim kvalifikasiyanı saxlamaq məcburiyyəti yoxdur. Liderlik dövriyyəsi qalır. Sadəcə olaraq düzgün yönətməklə, düzgün eğitimlərlə şəbəkəniz burada çox rahat şəkildə şəbəkəni böyüdə bilərsiniz. Seminarlara özünüz qatılaraq və ekiplərinizi qataraq siz burada şəbəkənizi böyüdə bilərsiniz və şəbəkənizdən də özünüz müdür səviyyəsinə qalxıb ekibinizdən müdürlər çıxarda bilərsiniz, dostlar. Bölgə müdürü səviyyəsinə gəlib çıxa bilərsiniz. Və bölgə müdürü olaraq da artıq siz bir növü elə bil ki, şirkətin bir hissədarı sayılırsınız da. Elə bir şirkətin, necə deyim, şəriki kimi bir şey sayılırsınız siz. Bölgə müdürü olduğunuza görə bölgə müdürü olub öz komandanızın bütün dərinliyindən gəlir götürə bilərsiniz. Yəni bu qədər gözəl, rahat, sadə sistemimiz var. Əlbəttə ki, gələn təzə üzvlərə də indi çox belə dərinliyi başa salıb, çox dərinliyə gedib, həmən insanı qorxuda da bilərsiniz. Burada proses özü sizi aparır. Yəni, şəbəkəçiyə dərinliyi başa salmaq olar. Əgər bir insan şəbəkəcidirsə, güclü şəbəkəcidirsə, ona işin dərinliyini başa salmaq olar. Amma bir insan şəbəkəçi deyilsə, o insan bu işdə təzədirsə, birdən-birə sistemi bütün ona anlatmaq düzgün deyil. Çünki o hələ təzədir, bu sistem ona çətin gələ bilər və anlamaya bilər. Qazanc sistemi, faiz mərtəbələri ona ümumiyyətlə anlaşılmaz gələ bilər, çətin gələ bilər. Sadəcə sən qoşulursan, həmən insanı da yəni yavaş-yavaş, mərhələ-mərhələ bu işi mərhələ-mərhələ aparmaq lazımdır və sadə dildə, təzə gələn insanları sadə dildə aparmaq lazımdır. Bu sistemdə. Sadə dildə öncə başa salmaq lazımdır. Müəyyən bir səviyyədən sonra onsuz da təlimlərlə yavaş-yavaş o dəvətə başladıqca o gəlib bizim səviyyəmizə qalxacaq. Məsələn, mən özüm də təzə başladığım zaman mən o qədər dərinliyi bilmək istəyirdim ki, bütün dərinliyi bilmək istəyirdim. Yəni, aşırı dərəcədə faiz mərtəbələri hardan çıxıbdır, onları kim yaradıb, necə yaranıblar, faiz mərtəbələri nədir? Bunları mən dərk eləyə başa düşə bilmirdim nə demək olduğunu, anlamırdım. Amma çox istəyirdim öyrənmək. Seminarlarda 4 göz olurdum, diqqətlə dinləyirdim, sual verirdim, çox sual verirdim ki, görəsən o nədir? Və mən bir müddət onu dərk eləmədim. Çünki mən bu işdə təzə idim, mən bu işdə heç nə bilmirdim, mən bu işə təzə başlamışdım. Və qayıdıram yenə əsas mövzuya, əsas məsələmizə. Bəli, biz bir gündə 5 dəvətli yazdıra bilərik. Və bunu da mərhələli şəkildə, tutaq ki, 5 dəvətli yazdırdıq, amma o demək deyil ki, biz hər gün 5 dəvətli yazdırmalıyıq. Bu da yəni absurd bir şeydir. Bir insan hər gün 5 dəvətli yazdırması, yəni siz onda necə avtomat olmalısınız da bunu eləmək üçün. Bu biraz çətin məsələdir. Amma bunu necə eləmək olar? İşi sistemləşdirdiyiniz halda eləmək olar. Təzə gələn insanlar, tutaq ki, işin sistemləşməsi nədir? Siz öncə məlumat verirsiniz, başa salırsınız, amma sizin əlinizdə hazır videolar olmalıdır ki, həmən insan hazır oldu. Dediyim kimi, öncə insanlarla düzgün ünsiyyət qurmaq lazımdır. Düzgün ünsiyyət, üstünə çox getməmək, həmən insanı baskı qurmamaq, gəlginən, gəl belə ola, gəl bezdirməmək. Yəni, belə aşırı dərəcədə eləmək də düzgün deyil də. İndi baxır, kimdir də o insan? Elə insan var ki, həmən insan sənin ərk edə biləcəyin bir insandır. Yaxın rəfiqəndə ona deyə bilərsən ki, ay qız, nəyi gözləyirsən? Gəl başda da. Amma onu da deyə bilərsən. Öncə həmən insanla səmimi münasibət o dərəcəyə çatmalı. Yəni, o dərəcəyə deyəndə ki, o demək deyil ki, siz həmən insana aşırı dərəcədə içli-dışlı olmalısınız. Yəni də müəyyən bir səviyyə var ki, öncə onunla bir isinmə olmalıdır. Öncə onunla bir doğru ünsiyyət qurmalısınız. O sizi tanımalıdır, siz onu tanımalısınız və həmən insana başa salmaq lazımdır ki, tutaq ki, həmən insan deyir ki, mən də gedim sən bir qoşul, məsəl üçün deyirəm, sən hələ bir davam elə, mən bir sənə baxım, görüm nədir, nə deyil. Ay insan, sən onsuz evinə
paraşok almırsan, sən evinə şampun almırsan, sən evinə bunların hamısını gedib başqa-başqa yerlərdən sən onsuz da alırsan da, bunu da sən elə dildə kobud şəkildə yox. Kobud şəkildə demirsiniz. Yəni elə danışmaq lazımdır ki, o insanı incitmədən, qırmadan. İndi bu dəqiqə insanlar o qədər dəymə düşər olublar ki, indi insanlarla çox ehtiyatla danışmalısınız. Yəni bəzən görürsünüz ki, xırda adici belə elementar bir söz deyirsən, adi sözdür. Normalda sən 10 il bundan qabaq ona o sözü desəydin, o onu normal qarşılaya bilərdi, amma indi artıq onun o adi bir sözə qıcıq yaranır həmin insanlarda. İnsanların tahammül səviyyəsi azalıb. İnsanlar bir-birinə tahammül etməkdə çətinlik çəkirlər. Ona görə də ünsiyyət zamanı da, qarşı tərəflə danışdığınız zaman da diqqətli danışmalısınız. Ehtiyatla danışmalısınız ki, həmən insan sizin bir kəlmə, bir sözünüzdən tutub ucuzluğa getməsin də, belə deyək. Doğru ünsiyyətlə yavaş-yavaş həmən insanı siz hazırlaşdıra bilərsiniz, hazır eləyə bilərsiniz. Qarşınıza məqsəd qoya bilərsiniz ki, mən 100 nəfərlə danışacağam və o tutaq ki, məsəl üçün deyirəm, 20 nəfərlə danışacağam, 30 nəfərlə danışacağam və həmən o 30 nəfəri də mən bir gündə qeydiyyata salacağam. Məsələn, dediyim kimi, əlinizdə də hazır materiallar olmalıdır ki, həmən o materialları siz özünüzün sisteminizi yarada bilərsiniz. Bəli, indiki insanlar çox aqressivdir. Bəli, bəli. Çünki artıq yəni belə olub da, yəni dövr belə olubdur. Yəni insanlar aqressivləşibdir. Ondan sonra buyurun. Bax, sosial şəbəkələrdə cəlb etmək üçün nə etməlisiniz? Sosial şəbəkələrdə gözəl storilər qoymalısınız. İnsanlarda maraq yaratmalısınız. Sualları sonda verək. Əlbəttə ki, kimin sualı varsa sonda verə bilər. Sual verin. Aynurə Mahmudova. Əlbəttə sonda verək. Əlbəttə ki, verə bilərsiniz. Sosial şəbəkələrdə maraq yaratmaq üçün gözəl storilər qoymalısınız. Yəni, biri var ki, post paylaşırsınız, bir də var ki, story qoyursunuz. Bax, o storylərdə nələr qoya bilərsiniz? Story fikirləri. Məsələn, çay içirsiniz, tutaq ki, çay içdiyiniz yerdə çəkib qoya bilərsiniz orada. Bu işin mənə qazandırdığı tək pul deyil. Düşüncəmi dəyişdi, bəlkə də sən də axtardığın fürsəti burada taparsan. Məsələn, story qoyursunuz. Storydə çay içdiyiniz zaman şəkil çəkə bilərsiniz. Kompüterdə işləyirsiniz, tutaq ki, kompüterlə məşğulsunuz. Orada göstərirsiniz ki, yəni mən işləyirəm. Belə şeylər də qadınlarda maraq yaradır ki, hər bir qadın istəyər ki, iş xanımı olsun, karyerası olsun, onun biznesi olsun. Bizim işimiz nədir? Biznes qurmaq, iş qurmaq. Və sosial şəbəkədə inanın, səmimi şəkildə gözəl paylaşımlar eləyərək, işinizi gözəl şəkildə təqdim eləyərək çox rahat siz dəvət yarada bilərsiniz, dəvət gətirə bilərsiniz. Ələxüsus da ki, TikTokda. Mən TikToku çox vaxtı uzun illər ciddiyə almadım. TikToka heç ümumiyyətlə mən girmədim. Ki, TikTokdan mən nə adam gətirəcəm, yəni belə düşünürdüm. Amma çox təəssüflər olsun ki, bu dəqiqə hər kəs TikTokdadır. 7-dən 70-ə Instagrama girən yoxdur. Instagrama çox adam baxmır. Çünki TikTok daha aktiv, TikTokun funksiyaları daha fərqli olduğuna görə insanlar oranı daha çox maraq göstərirlər. Orada daha çox aktivdirlər. Ona görə də sizə məsləhətim budur ki, sosial şəbəkələrdə siz TikTokdan istifadə eləyəsiniz. Tutaq ki, siz tanımadığınız birini dəvət eləmək istəyirsiniz.
Yəni recruiting, bu recruitingdir də. Yəni siz dəvətlə məşğul olursunuzsa, siz recruiting eləyirsiniz. Yəni o proses odur da. Yəni dəvət eləmək, həmən insanlarda maraq yaratmaq, o insanların sizə yazmasını təmin eləmək, o insanların sizi görməsi, bunlar siz elə bil ki, necə deyim, bu işinizin gedişatıdır da, işinizin gedişatıdır. Salam. Can bilirsən nə? Bir dənə doktor Enerjin çox pozitiv görünür. Salam, enerjin çox pozitiv görünür. Mən bir layihə ilə məşğulam və sənə də uyğun ola biləcəyini düşündüm. Qısaca danışa bilərikmi? Tutaq ki, sən belə dəvət eləyə bilərsən. Sizin salam enerjiniz çox pozitiv görünür. Siz belə dəvət eləyə bilərsiniz, tutaq ki. Siz əgər kiməsə yazırsınızsa, kiməsə dəvət eləyirsinizsə. Mən aktiv və məqsədli insanlarla işləyirəm. Sənin də maraqlı bir enerjin var deyə yazmaq istədim. İcazə versən sənə qısa məlumat verərdim. Əslinə qalanda indi çox şəbəkəçilər bu üsuldan istifadə eləyənlər də var, eləməyənlər də var. Sırf heç kimə yazmadan ancaq maraq yaradan insanlar, şəbəkəçilər var. Tutaq ki, onlar özləri ancaq paylaşımlar eləyirlər, özləri maraq yaradırlar ki, insanlar ona yazsın. TikTokda da bu superdir, bunu yaratmaq. Çünki TikTokda əgər maraqlı bir paylaşım eləyirsənsə, mütləq kəşfiyyətə düşür. Kəşfiyyətdən sənə bir sürü insan yazır. Qalır artıq sənin onu bağlamağın. Yəni sənin onda sən ona necə cavab verə biləcəksən? Sən onu bu işə cəlb edə biləcəksənmi? Bu sizdən asılıdır. Yəni artıq o sizin əlinizdən gələn bir, sizin etməniz gerəkən bir prosesdir. Düzgün davranışla, düzgün danışıq tərzi ilə, dəvətlə siz həmən insanı dəvət eləyə bilərsiniz. Bir də var ki, elə şəbəkəçilər var ki, onlar özləri dəvət eləyirlər, yəni şəxslərə yazırlar, qruplardan istifadə eləyirlər. Bu üsuldan da istifadə eləyə bilərsiniz. Bu üsul da yəni bəzən işə yarayır. Hər zaman yox, bəzən işə yarayır. Tutaq ki, tanıdığınız biri üçün, sinif yoldaşınız və yaxud da qonşuya təklif eləyirsiniz. Salam, bu yaxınlarda yeni bir sistemlə tanış olmuşam. Həm inkişaf edirəm, həm də qazanc qazanıram. Sənin də bu sistemə uyğun biri olduğunu düşünürəm. Biraz danışa bilərik. Qonşuya ya da sinif yoldaşına belə təklif eləyə bilərsən. Məncə sənin bacarıqların bu sahədə çox işə yarayar. Bu bir fürsət var. Marağın olsa sənə izah edim. Əgər sənin marağın varsa, səndən bu işi izah eləyə bilərəm. Məncə sənin bacarıqların bu sahədə çox işə yaraya bilər. İstəyirsənsə bu işi sənə izah eləyə bilərəm. Bu işin mənə qazandırdığı tək pul deyil. Hə, bunu özün qoya bilərsən. Düşüncəmi dəyişdi, bəlkə də sən də axtardığın fürsəti burada taparsan. Düşüncəmi dəyişdi, bəlkə də sən də axtardığın işi burada tapa bilərsən. Qazancını göstərə bilərsən. İlk qazancın balaca oldu, amma qürur vericidir. Başlamağa dəyərmiş. Belə bir story ata bilərsən, belə bir status mesajı qoya bilərsən. Telegramda, TikTokda, Instagramda, WhatsAppda. Tanışlıq zamanı deyə biləcəyin sözlər nələrdir? Bu işlə tanış olanda mən də şübhəli idim, amma zamanla gördüm ki, düzgün insanlarla düzgün sistemdə işləyəndə nəticə gəlir. Mən sənə bir dost kimi bunu göstərmək istəyirəm. Mən sənə bir dost kimi bunu göstərmək istəyirəm. Deyə bilərsiniz bunu. Tanışlıq zamanı bunu, yəni qarşı tərəfə bu şəkildə başlaya bilərsiniz, deyə bilərsiniz. Əgər sən də hədəfli və dəyişiklik istəyən biri olmusansa, bu fürsət sənin üçün də uyğun ola bilər. İstəyirsənsə qısa izah edim, sonra sən qərar ver, özün qərar ver. Bu sistemdə hər şey dəvətlə başlayır. Əgər sən istəsən, mən sənə bütün dəstəyi verəcəm. Amma birinci addımı
addımı birlikdə başlamalıyıq. Birinci addımı birlikdə başlamalıyıq. Sonra etirazlara burada cavab var. Məndə vaxt yoxdur. Tutaq ki, sizə etiraz edirlər. Mənim vaxtım yoxdur. Anlayıram. Əksəriyyət belə başlayır. Amma bu elə bir sistemdir ki, artıq sən bunu həyatına uyğun qurursan. Sadəcə bir saatla başlaya bilərik. Yəni ki, bu elə bir sistemdir ki, sən bunu öz həyatına uyğunlaşdıra bilərsən. Buna yəni vaxt lazım deyil də. Bunu demək istəyir. Bu iş mənlik deyil. Əvvəlcə mən də elə düşünürdüm. Amma başa düşdüm ki, bu sadəcə bir fürsətdir. Uyğunlaşdıqca sənlik olur. Yəni sən özünü buna uyğunlaşdıqca sənlik olur. Sadəcə bax, qərarı sən ver. Və bu da bir etirazın nümunəsidir. İndi sənə qalan inamlı çıxış, dəvət etməkdən çəkinməmək, izləmə aparmaq, danışdığın insanlara sonradan yazmaq, necə düşündüyünü soruşmaq. Yəni sən onlarla öncə danışırsan, başa salırsan, sonra biraz vaxt verirsən, amma sonra ona dönüş edirsən, nə düşündüyü haqqında da soruşursan. Vüsalə xanım, bir söz deyə Bəli, bilərəm. buyur, Nida buyur. xanım çatımıza yazıb ki, bax deyirsiniz ki, TikTok daha aktiv sosial Hı platformadır. -hı, Bəs siz oradan özünüz yeni partnyorlarla tanış olmusunuz? Şəxsən mən olmuşam. Yəni mən elə paylaşımlar etmişəm. İndi TikTok mən də. səhifəsini mən müəyyən səbəblərdən dolayı bağladım. Baxın, insanlar indi TikToka nə üçün girirlər? Əyləncə üçün, düzdürmü? Yəni orada çox təsadüfi insanlar görərsiniz ki, nəsə bir aktiv fəaliyyətlə məşğul olsunlar. Çoxu ora əyləncə üçün girirlər, düzdürmü? Hı -hı, hı Ancaq -hı, o insanlar əyləncənin içində batırlar. Ən çox da baxın TikTok bizə necə təsir eləyir. O TikTokda çox insanlar bizə şaxşahalı gözəl həyatlarını göstərirlər. Bütün hı -hı, blogerlər fikir verin. Hamısı bax Dubaya gedir, ora gedir, səyahət eləyir, aktiv fəaliyyət göstərirlər və TikTok insanların bir çoxuna psixoloji təzyiq göstərir. İndi mən sizə bir hı dənə -hı, qəşəng manipulyasiya yöntəmi deyim. Bu qədər psixoloji və nədir, mənəvi baskının altında sizin hı -hı, ən adi belə onların qorxularına və yaxud da ki, onların necə deyim, düşüncə tərzlərinə mi deyim, problemlərinə toxunan bir paylaşımınız onların hı beyninə -hı. bir işığın yanmasına səbəb ola bilər. Məsələn, bu Bəli. insanın pula ehtiyacı var. İnsan girir TikToka, əgər bu insanın pula ehtiyacı varsa, 100%dir ki, TikTok onun qarşısına, TikTok onu əlavə eləyir pula ehtiyacı olan insanların sırasına, alqoritma. Və o insanın daima qarşısına varlı insanlar çıxır. O varlı Hı -hı, insanların yaşanmışlarını izləyir və o onu qazanmaq istəyir. Və bu paylaşımların arasında sən ona bir il ərzində 10 min manatın qazanmağın yolunu tapdığını deyirsənsə, o hı insan -hı. artıq sənin torova düşdü. Bəli. Bitdi. Yəni sən artıq auditoriyanı analiz eləməlisən. Sənin auditoriyaya kimlər aiddir? Sənin hədəf kütlən kimlərdir? O hədəf kütlənin problemləri nələrdir? O hədəf kütlənin ağrıları, qorxuları nələrdir? Əgər sən onları düzgün analiz edirsənsə və o analizə Bəli. uyğun paylaşımlar eləyirsənsə, TikTokda insanlar özləri sənə yazacaqlar. Bəli, 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 bəli. Ona da deyirlər qırmaq cümlələr də. Sən Aha. o məsələn paylaşım edirsən, üstünə də ən çox TikTokda nə maraq çəkir? Üstünə yazıb qoyduğun sözlərlə sən həm elə bir balığa şey atmısan da, volta deyirlər, o Hı. qırmaq atmısan ki, balıq tutasan. O üstünə qurd yapışdırırsan ki, o qurdu gəlib balıq da qurd sevir də. Balıq Hı. nəyi sevir? Qurdu sevir. O sözlə gələ bilər. Hə, İndi deyirsiniz, düz deyirsiniz onu. Amma bir şey də var ki, məsələn, mən hətta nə ilə rastlaşdım, bax bunu da demək lazımdır. Mən 10 min manat gəlirimi bir dəfə bir nəfər adama yanında danışdım. O mənə dedi ki, hətta belə kobud şəkildə, sizin başınız xarab olub. Dedim, nəyə görə? Siz nə danışırsınız? Siz bu işdə Azərbaycanda 10 min manat pul qazanmaq olur. Yəni görün necədir ki, yəni insanlar O inana cavabı mən də bilmirlər. almışam. Hə, hə.
İnanırsınız, həmən insan mənə o qədər elə bil ki, əsəbləşdirdi də. Sonra mən aralaşdım ondan və başa düşdüm ki, əslində birdən-birə 10.000 manat demək də düzgün deyil. Çünki inanmırlar ki, burada bu realdır. Doğrudan da bu burada realdır. Buna inanmırlar. Burada Məsələn, sadəcə olaraq düzgün insanlara düzgün məlumat vermək, burada görən olan imkanları düzgün ötürmək, təlim vermək, o insanları başa salmaq, nəyin olduğunu göstərmək lazımdır. Göstərdiyiniz təqdirdə 10.000 nədir ki burada? 100.000 də qazanmaq mümkündür. Necə ki, bunu bizim ersaqçılar qazanırlar. Məsələn, özbəklər qazanır, ruslar qazanır, qazaxlar, qırğızlar ayda bu qədər pulu qazanırlar. Biz qazana bilmirik Azərbaycanda. indi Vüsəl Qazanırlar haqqında yəni. bir söz deyim mi mən? Yəni təkcə Hı sizə hı, yox, orada təlimdə oturan hər kəsə deyim hı də. hı. Deməli, Azərbaycan xalqı qıtlıq düşüncəsi ilə böyüyən xalqdır. Və Bəli, qıtlıq bəli, düşüncəsi ilə bəli, böyüyən bir xalqa sən bir ayda 5.000 manat gəlir qazanmağın yolunu göstərə də bilməzsən. Hətta qazandığın təqdirdə onu real olaraq göstərsən belə onlar inanmazlar. Bilirsiniz niyə görə? bəli, Çünki əgər bu vaxta qədər əgər biri evdar xanımdırsa, heç özünün xırda belə gəliri olmayıbsa, sən o insana başa sala bilməzsən ki, gəl bundan 1000 manat qazan. Və yaxud da ki, əgər bir insan bu vaxta kimi heç vaxt 1000 manat qazanmayıbsa, sən ona deyə bilməzsən ki, bu şirkət sayəsində sən 1000 manat qazansan. Çünki insanlarda belə deyim də, hər zaman hissiyatdır, sonra necə deyim, istəkdir, arzudur, məntiqin arxasında qalır. bəli. Məntiq həmişə ona deyir ki, mən deyir cəmaatın insan balası, və yaxud da ki, filan kəsin həyat yoldaşı, filan kəsin arvadı gedir bankda işləyir, səhərdən axşama kimi canını qoyur, 600 manatdan yuxarı maaş ala bilmir. Mən evdə oturub telefonla ayda 1000 manat qazanacağam. Hı, Amma sən ona hı, desən ki, gəl, bəli, tutaq ki, xırda başlayacaqsan, xırda qazanacaqsan. 20 manat, 30 manat, 50 manat, 40 manat. Ancaq sən bəli, şəbəkəçilərə deyə bilərsən ki, sən bu işdən bu qədər pul qazana bilərsən. Çünki bəli. şəbəkəçilər o ortamda Bilir. daimi olaraq olduqları üçün onu bilirlər. Və bunun Bəli, mümkün bəli, olduğunu bildikləri üçün də bir şəbəkəçi insan şəbəkəni dərk elədiyi halda bir dəfə şəbəkəyə girirsə, o oradan qazanmamış çıxmır. Yolunu mütləq axtarıb tapır. Yeni gələn bəli, insanlar adətən şəbəkədən qaçırlar. Onlar da ki, sadəcə zaten o işin içinə girib onu görənə qədərdir. Ora adaptasiya olana qədərdir. Sizin işiniz bəli. yeni gələn insanları işinizi adaptasiya eləyənə qədər çətindir. Hətta o insanların da ətrafda yoldaşı, maması, papası, qardaşı, əmisi arvadı, nə bilim dayısının, xalasının, bibisinin dayısı qızı, nə bilim nəyi Hmm. onlara neqativ verir. Deyir ki, ay qız, sən hələ də inanırsan ki, orada o pulu qazanacaqsan, sən hələ də buna inanırsan. Yaxşı, bəs bu neqativlərdən necə xilas olaq? Bax, əsas önəmli məsələ budur. Bu neqativləri biz necə önləyək? Mən düşünürəm ki, həmən insan eğitimlərə daha çox qatılmalıdır. Həmən insanlara nəticələr göstərilməlidir. Həmən insanlar qruplarda görməlidirlər ki, burada doğrudan da bu adamlar bu pulu qazanır. Həmən insanlar real nəticələri görməlidir ki, inansınlar. Eğitimlərlə, dərslərə qatılmalıdırlar və doğrudan da görməlidirlər ki, burada bu realdır, qazanmaq mümkündür. İnanmalıdırlar buna. Sistemi düzgün şəkildə izah eləmək lazımdır. Nəyə görə bu pulu buradan qazanılır? 5.000 hardan gəlir? 10.000 hardan gəlir? Nəyə görə gəlir? 10.000-i nəyə görə verirlər bizə? Onu İndi düzgün şəkildə. belə bir şey də deyim də, Vüsələ xanım, bax, Elvin Hı bəy. hı, Mən Elvin bəyin qrupunda, indi bilirsiniz ki, mən Elvin bəyin komandasının mentorluğunu öhdəlik hı eləmişəm hı, də. hı Elvin hı, bəyin qrupunda mənim gördüyüm ən böyük yanlışlardan biri. Elvin bəy hər gün qrupuna ən azı 5 dənə real çek atmır. Qazanc çeki. hı hı. Nəyə görə? Bəli, Çünki bəli, ora gələn yeni insanlar, hətta o biri insanlar, köhnə insanlar belə qazanmağın olduğunu bilirlər, amma görmürlər. Bildiniz, yəni bizim birbaşa, yəni belə deyim də, zehnimizə gedən yol görüntüdən keçir də. Onlar real olaraq onu hı, bilmirlər. Home Life-ın Azərbaycanda 3 ildə bu qədər sürətlə bəli. yayılmasının ən böyük səbəblərindən biri bilirsiniz nə oldu? Onlar karyeralardan çox pul çeki atırdılar qruplara. Hər kəs, bax, 5 manat qazanan kimi biri sıra çəkər. Qızlar, mən 5 manat qazandım, baxın. Amma bizdə hamı qazanır. Bizdə 100 Amma manat da atmırlar. qazanırlar, 200 Amma manat da, atmırlar. 500 manat da. Amma bir dəfə olsun bir lider götürüb qrupona atmır ki, bu Niyə? düzgün deyil. Aha. Gözü gələrəmdən qorxanlar var aramızda. Halbuki
Bu işin özəlliyi, gözəlliyi ondadır. Valla Bunu gözə inanın gələrəm, ki, siz çox mənasız bir qruplarınızda bunu şeydir. eləyin, bunu eləyin. Kimsə eləmirsə bunu eləsin, inanın ki, bu çox gözəl nəticə verir. Çox gözəl. Bunu eləyin. Bax, buradan duyurulur, Leyla buradan xanım, eşidilir. baxın, deməli Leyla xanım bax burada belə bir söz deyib. Çox qadınlar təzyiq altında böyüyüblər. Ona görə də onlarda özünə inamsızlıq çox olur. Düzdürmü? Böyüyüblər, Bəli. amma artıq elə deyirlər. Azərbaycanda xanımların 90% artıq dəyişib. Mən sizə bir məsəl çəkim. Deməli mənim köhnə komandamda bir xanım liderim var idi. Xanım liderim mənə bilirsiniz nə deyirdi? Deyirdi ki, mən 15 yaşında məcburi şəkildə valideynlərim tərəfindən istəmədiyim bir insanla evləndirilmişəm və 16 yaşında ana olmuşam. Mənim hal-hazırda 20-22 yaşım var. Mən 3 uşaq anasıyam və mən top liderəm. Mənim həyat yoldaşım mənim 3 dənə, 4 dənə telefonumu çırpıb sındırıb ki, mən işləməyim. Yəni, istəyən insan eləyir. Sənə Bəli. istəyən insanları məcbur eləmək yox, istəyən insanları axtarıb tapmaq lazımdır. Başa düşürsənmi? Bax, əgər bir insan sənə işləməyə görə hə dedimi, o artıq sənin torundadır. Sən onu istədiyin kimi bişirə bilərsən, düşürə bilərsən, bəzəyə bilərsən, düzüyə bilərsən. Bu sənin özündən asılıdır. O insandan hə cavabını aldığın anda o insan sənin ixtiyarındadır. Artıq sən onu elə idarə eləməlisən ki, o insan gözü qapalı sənə necə deyim, inanmalıdır. Baxın, mənim komandamda hal-hazırda 3-4 nəfər insan var ki, mən onlara deyirəm ki, əzizim, bax, bir dəqiqə şirkət dəyişirik. Deyək ki, Zeynəb xanım, hansı şirkətə gediriksə gedək, fərqi yoxdur. Mən sizə gözü qapalı güvənirəm. Bilirəm ki, orada getsək qazanacaq. Yəni, artıq siz belə lider olmalısınız. Siz, necə deyim, qorxan, çəkinən qadınları motivasiya canlandırmağa bacarmalısınız. Bax, əsas məsələ budur. Buna görə də birinci özünüz inanmalısınız. Birinci həm özünüz inanmalısınız, daha sonra komandanı inandırmalısınız. Komanda inanmalıdır ki, sizin yanınızda olduqları müddətcə onlar qazanacaqlar. Sizin şirkətdə olduqları müddətcə onlar qazanacaqlar. Hər gün ən azından onlara bir motivasiya eləyici bir danışıq atın. Belə əzbərlənmiş motivasiya videoları işə yaranmır. Gedib, məsələn, Saadət səni, haddakı digər şeylərin videolarını atırsınız. Təbii şeylər, süni şeylər yox. Başqalarının çəkilmiş eyni videoları təkrar atmaq insanları bezdirir, yorur. Özünüzün çəkdiyiniz videolar, özünüzün təbii səsləriniz, özünüzün nəticələriniz, özünüzün paylaşımlarınız, nə bilim nələriniz, özünüzün elədiyiniz şeylər, özünüzün maaşlarınız, gəlirləriniz. Eybi yoxdur, hər ay atın. Baxın, mən bu ay bu qədər qazandım. Ona görə bu ay bu qədər qazandım ki, ekibimdə məsəl üçün deyirəm, az satış olub. Mən bu ay az işləmişəm. Ona görə pulum az oldu. Gələn ay daha da çox ekibimə təzə üzvlər gəlmişdi. Ona görə mən bunu eləyin, qızlar, bunu eləməsəz, ekibdə inkişaf olun. Qrup nə üçündür? Bu vacibdən də vacibdir, bu çox vacibdir. Qrupda bir lider kimi özünüzü göstərin və yenə özünüzdən də əlavə və siz bunu elədiyiniz təqdirdə ekib sizə baxıb liderlər yetişəcək. Sizin kimi liderlər yetişəcək, onlar da öz ekibləri üçün bunu eləyəcəklər. Bir də ki, bu bəzən nə olur? Mən niyə eləyirəm? O çox böyük bir yanlış, çox ayıb bir şeydir. O çox ayıb bir. Niyə mən eləyirəm? Bəs bu qrupda sənin də üzvün var. Bu qrupda sənin üzvlərin başqalarından bəhrələnir. Başqaları da sənin üzvündən, sizdən, biz bir-birimizdən bəhrələnməliyik. Biz bir-birimizə motivasiya verməliyik. Uğurlarımızı qruplarda paylaşmalıyıq, göstərməliyik ki, bax, mən bunu qazandım, mən bunu elədim, bunu qazandım. Səs atın, enerjili səsinizi atın, sevginizi, sevincinizi göstərin. Xırda şeyləri belə paylaşın, xırda şeyləri belə paylaşın. Gözə soxun. Nəyə görə, bayaq da Zeynəb xanım da qeyd elədi, nəyə görə bəzi şirkətlərdə yəni baxırsan ki, elə güclü bir gəlirləri yoxdur, amma inkişaf eləyə bilirlər də. Baxırsan ki, şirkət zəif şirkətdir, amma pis deyirlər, özlərinə görə işləyirlər. Nəyə görə? Xırda şeylərini belə paylaşırlar. Xırda uğurlarını belə qrupda paylaşırlar. Bu xırda şeyləri belə paylaşın. Çünki o xırda şeylərə belə qadınların 5 manata belə bugün ehtiyacları var. 5 manatın belə həsrətini çəkən insanlar var. Ki, pul qazanmaq istəyirlər.
Oriflame-də mən Oriflame-də təlimlər üçün qoşulmuşdum. Orada da təlimlər keçirdim də. Deməli, Oriflame-də qrupda top liderlər bilirsiniz nə edirdi? Qızların Hı adi hı. öz şəxsi alış-verişlərindən hesablarına keçən 1 manatlıq ədəvəni belə onlar çəkdirib qrupa şey eləyirdilər, atdırırdılar. Ki insanlar Bəli. görsün 1 manat belə olsa burada gəlir var. Bəli, bəli, Hə. bəli. Xırda şeyləri belə abarda-abarda Bir də danışırlar. mən Vüsalə xanım, sizin Hı. qruplarda oldum. Sizin qruplarda promote əksikliyi var. Nə əksikliyi? Promote əksikliyi. Yəni necə promote əksikliyi var? Hı Belə hı. deyim də, sizdə qrupda belə deyim də, bir var qrup xarici reklam, bir də Hı var qrup hı. daxili. Bir var iş xarici reklam, bir də var iş daxili reklam. Sizdə Aha. iş xarici reklam necə gedirsə bilmirəm. Mən onları araşdırmamışam. Amma sizdə iş Aha. daxili reklam əksikliyi var. Yəni necə var? Mən demirəm ki, mən məsələn super Hı hı. mükəmməl bir işi bilirəm, amma iş Bilirəm, daxili bilirəm. O reklam var bizdə, həqiqətən var. önəmli bir şeydir. Bilirsiniz niyə görə? Hı Baxın, hı. deməli, bəzi qruplarda top liderlər bilirsiniz nə edirlər? Öz qazanclarını paylaşırlar, uğurlarını paylaşırlar və Hı xırda-xırda hı. liderlərinə də deyirlər ki, siz də paylaşmalısınız. Hı Bundan hı. əlavə, mən neçə vaxtdır Firəngiz xanımı izləyirəm. Hı hı. Firəngiz xanım sizin qrupun üzvüdür. Firəngiz Bəli, xanım, bilirsiniz, sadəcə olaraq ancaq məhsul paylaşır. bəli. Ancaq məhsul paylaşır. Amma insanlara məhsul lazım deyil. Təkcə İnsanlar Firəngiz xanım yox. Bax, çox qızlarımız var ki, mən məhsul deyirəm ki, sosial şəbəkələrdən mütləq istifadə olunmalıdır. Deyir ki, mənim yoldaşım axı qoymur. Mənim, bax indi Zeynəb xanım, siz buna nə önərirsiniz? Nə deyə bilərsiniz? yaxşı. Siz Demək olsaydınız, var, gəlin onda biraz kontentdən danışaq. Hazır başlamışkən kontentdən danışaq da. Instagramda, TikTokda, WhatsAppda hı kontent hı, danışmaq. hı hı, Deməli, hı hı, insanların ən birinci məqsədin sizi gördükləri anda və yaxud da ki, bax hı bir hı, insan deyir ki, hə mən satış işinə başlayacağam və yaxud pula ehtiyacı olan bir insan internetdə gəzir. hı Sizin hı. profiliniz onun qabağına çıxdı. Bu insan sizə niyə tərcih etməlidir? Nə qədər liderlər var, nə qədər firmalar var. Bu insanlar sizi niyə tərcih etməlidir? Bax, birinci bu sualı özünüzə verin. Məndə olan özəllik nədir ki, bu insanlar məni tərcih etməlidirlər? Siz öz paylaşımlarınızla göstərməlisiniz ki, sizin şirkətiniz real şəkildə göstərməlisiniz bunu. Sizin şirkətiniz sizin həyatınıza nələr qatıb? Bəli, Sizin bu gördüyünüz iş sizin həyatınıza hansı yenilikləri gətirib? Sən oradan qazandığın pullarla öz həyatına necə rəng qatmısan? Və ən əsası, sən bu bəli. şirkəti niyə seçmisən? Və ən əsası, sən bu şirkəti seçməklə, məni tərcih etməklə, səsim gəlir? Xanımlar, səsim gəlir? Bəli, gəlir Zeynəb xanım, buyurun. Gəlir, Buyurun. gəlir. Bəli, Hə, ən əsası bax, gəlir, gəlir. özünüz sual Bəli, verin. bəli, bəli, gəlir. Tamam. İnsanlar bu şirkəti seçə bilərlər. Ersaqda o qədər lider var. Bu insanlar nəyə görə Ersaqda sırf səni seçməlidirlər? Sən o insanlara bu işə qatıldıqdan sonra nələr verə bilərsən? Bax, bunlarla bağlı paylaşımlar etməlisiniz. Əgər sən sosial şəbəkədə, baxın, mən üzümü göstərmirəm. Mənim üzümü görmürsünüz ki, düzdürmü? Instagramda da mənim üzümü görən yoxdur. Amma mənim paylaşımlarıma baxıb məndən təlim alan insanlar var. Mənim master klasslarıma qoşulan insanlar var. Onlara mənim üzüm gərəkli deyil. Onlara mənim savadım, biliyim, mən onlara nə verəcəm? Bax, bunlar önəmlidir. Siz də əgər deyirsiniz ki, ersağın bu məhsulu, bu vitamini mənim filan xəstəliyimi sağaltdı, mən ersağı buna görə seçmişəm, bu normal bir şeydir. Amma hər dəfə bunu paylaşa bilməzsiniz. Hər dəfə bunu paylaşanda siz insanların gözündə alverçi roluna Hı hı. Amma siz alverçi deyilsiniz, siz satış agentisiniz. Siz distributorsunuz. Siz buna görə paylaşımlar etməlisiniz. Əgər WhatsAppda, Instagramda, TikTokda 10 dənə paylaşımınızdan 9-u məhsul paylaşımıdırsa, siz artıq alverçisiniz. Yəni buna görə inciməyin məndən. Amma siz satış agentisiniz. Siz məhsulla birlikdə xidmət də satırsınız, rahatlıq da satırsınız, komfort da satırsınız, gözəl həyat da satırsınız. Bu satdıqlarınızı niyə reklam eləmirsiniz? Ancaq məhsul reklam eləyirsiniz. Önəmli olan budur. Bəlkə bu insanın sənin məhsuluna ehtiyacı yoxdur, amma real həyata ehtiyacı var.
Və yaxud da ki, bu insanın real komfortlu, gözəl həyata ehtiyacı yoxdur, amma karyeraya ehtiyacı var. Siz fərqli-fərqli paylaşımlarla fərqli hədəf kütlələri, fərqli maraqları olan insanları çəkə bilərsiniz. Sadəcə məhsul paylaşmaqla siz heç bir şey əldə edə bilməzsiniz. Əldə edəcəksiniz nə satışdan qazandığınız 3-5 manatı. Amma siz karyera istəyirsinizsə, gözəl həyat istəyirsinizsə, artıq siz xidmət satmağı öyrənməlisiniz. Siz gözəl həyat satmağı öyrənməlisiniz. Siz varlı həyat satmağı öyrənməlisiniz. Siz insanlara güvən, səmimiyyət satmağı öyrənməlisiniz. Bax, əsas önəmli olan bunlardır. Şəbəkə biznesi sadəcə məhsul satışı yaratmaq deyil. Şəbəkə biznesi əslində insanlara gözəlliyin, komfortun, çoxlu pulun var olduğunu bildirmək və onlara bunu qazanmağa kömək eləməyi göstərməkdir. Sənin var olduğundan, sənin işivin, uğurun var olduğundan insanlara bildirməlisən. Bax, promote bu deməkdir. Promote, yəni sən insanlara göstərməlisən ki, mən varam. Mən sənə bu komfortu verəcəm. Mən sənə bu həyatı vəd eləyirəm. Mən sənə sağlam yaşam tərzi vəd eləyirəm. Mən sənə daima güvənə biləcəyin bir komanda, səmimi insanlarla dolu bir komanda vəd eləyirəm. Mən sənə bu həyatda heç bir yerdə görə bilməyəcəyin bir imkanları verə bilərəm öz şirkətimlə birlikdə. Buyurun Aynurə xanım, dinləyirəm. Axşamınız xeyir olsun. Axşamınız xeyir olsun əzizim. Hər birinizə çox təşəkkürümü bildirirəm. Həqiqətən mənim neçə vaxtı gözlədiyim bir şeydir bu. Elə tam yerinə düşdü, dedim sualımı verim. Məsələn, mən sosial şəbəkədən belə deyim, çox istifadə etməyi üstün tuturam. Nəyə görə? Çünki öz ətrafımdan görürəm ki, bu komanda işi biraz alınan iş deyil. Və sosial şəbəkədən istəyirəm ki, komandamı yığam. Sadəcə orada bilmirəm ki, necə üz kimi özümü tanıdım. Biri var, məsələn, sırf Ersaq şirkətinin əməkdaşı kimi özümü tanıtmalıyam. Yoxsa məsələn, bir biznes mentorumu deyim, bir biznes mütəxəssisi formasında mı özümü tanıdım və insanları bununla cəlb edeyim? İndi belə deyim, əgər təlimləri, belə deyim də, network marketing sektorunda yetəri qədər təcrübəniz yoxdursa, yəni bir insan sizə təlimlə bağlı müraciət eləyəcəksə, onda özünüzü mentor kimi göstərməyiniz düz alınmaz. Amma təbii ki, siz özünüzü orada uğurlu bir şəbəkəçi kimi də göstərə bilərsiniz. Sadəcə uğur qazanan iş xanımı kimi də göstərə bilərsiniz. Adətən belə deyim də, insanlar şirkətlərə gəlmirlər, insanlar insanlara gəlirlər, insanlar uğurlara gəlirlər. Yəni şirkət heç birimizin dədəmizin, babamızın şirkəti deyil. Heç birimiz bu şirkəti qurmamışıq. Biz bura hamımız həyatımızı dəyişməyə gəlmişik, düzdürmü? Bəli, bəli. Orada sadəcə bir xanım olaraq, belə deyim də, bir iş xanımı kimi özünüzü göstərin. Bəzi insanlar bilirsiniz necə kontent hazırlayırlar. Gördükləri işi gizlədirlər. Gördükləri işin nə olduğunu açıq aydın göstərmirlər. Mənim özüm də çox bu taktikadan istifadə eləmişəm, həm də işə yarayır. Gördükləri işi tam olaraq nə olduğunu insanlara demirlər. Amma bu iş sayəsində nələr qazanıblar, onları göstərirlər. Məsələn, siz insanlara desəz ki, mən ərzaq firması ilə əməkdaşlıq eləyirəm, bu onlara maraqlı gəlməyəcək. Çünki artıq o insanlar başqa insanlardan ərzağın adını da eşidiblər. Daha sonra o ərsağın şərtlərini də öyrəniblər və onlara yox cavabı veriblər. Və yaxud da ki, bir dostu, yaxını, qohumu, qonşusu onun ərsağı adından ona danışıb ki, bəs mən bu şirkətə qoşuldum, bu qədər məhsul aldım, heç nə qazana bilmədim, zərərə getdim, komanda qura bilmədim, ora dəvət aparmaq çətindir. Artıq siz o insana sizi dinləmək şansı vermədən itirdiniz. Amma siz paylaşımlarınızda sadəcə olaraq, amma bir şey deyim də, çox insanlar belə eləyirlər də, Pinterestdən, TikTokdan, Instagramın özündən videolar götürürlər, onların üstünə yazı yazıb paylaşırlar. Amma mən məsləhət görərəm ki, üzünüzü göstərmədən real paylaşımlar eləyəsiniz. Getmisinizsə bir gəzintiyə, orada video çəkin, üzünüz görünməsin və yaxud da ki, harasa bir kafeyə getmişsiniz, yemək yeyirsiniz, ya çay içirsiniz, üzünüz görünmədən, məsələn, onun paylaşımını səmimi şəkildə eləyə bilərsiniz və yaxud pul çıxarırsınız, pul çıxaran yerdə eləyə bilərsiniz, qazancınızı çıxaran yerdə, yaxud xanımlarla iş toplantısı edirsiniz. Ən gözəl paylaşımlar bilirsiniz nədir? Bir səyahətlərə, istirahətlərə, gəzintilərə gedilən paylaşımlar. Bir də ki, qruplarla, qrup şəklində keçirilən toplantılar, ofisə getmişsiniz və yaxud 3-4 nəfər xanım yığılmışsınız bir yerdə, ərzaq aktivitesi keçirirsiniz, orada iş haqqında söhbət eləyirsiniz, stolun üstündə kataloqlar, məhsullar falan. Ən gözəl paylaşımlar belədir. Bilirsiniz niyə görə? Çünki realdır.
Və Aydın. gəzintilər də nəyə görə gözəldir? Çünki insanlar görürlər ki, sən həm işləyirsən, həm qazanırsan, həm gəzirsən. Bu necə olan bir şeydir? Bu nə iş görür görəsən? Mən tez yazım ki, soruşum görüm bu insan nə iş görür? Bir də WhatsApp-da belə deyim də çox vaxt insanlar hansı taktikalardan istifadə Hı hı. eləyirlər? İnsanlara psixoloji təzyiq. Yəni yaxşı mənada psixoloji təzyiq. Yəni Hı necə? hı. Mən çox gözəl işləyirəm. Mənim çox gözəl qazancım var. Bu belə paylaşımlar ilə. Yəni mənim çox gözəl qazancım var yazıb paylaşmırlar. Sadəcə olaraq elə paylaşımlar yaradırlar ki, insanlar düşünür ki, bunlar həqiqətən də çox gözəl qazanırlar. Bu nə iş görür görəsən? Bir dənə yazım soruşum görüm bu insan nə işlə məşğuldur, o necə qazanır? Yəni Aha. insanlar bunu eləyirlər. Bəzən hətta insanlar belə paylaşımlar eləyirlər. Xanımlar, mən bu gün saat 5-də mən toplantıda olacağam, heç kim mənə zəng eləməsin, mesaj yazmasın. Və Hı artıq hı. sənin diqqətini çəkdi Maraq ki, yaradır. toplantıdır. Hı hı. Düzdürmü? Yaxud Aydın. deyiniz ki, xanımlar, ofisə gedirəm, filan vaxtda qayıdacağam, sizə cavab yazacağam statusda. Vsyo. Hı İnsanlar hı. maraqlandı ki, görəsən bu harda işləyir? Bu nə ofisdir belə? Axı bu xanım işləmir, evdədir. Yəni Hı diqqət hı. çəkici paylaşım deyəndə biz bunları nəzərdə tuturuq. Hə, Yəni buyurun. bir də ki, ən çox üzünüzü göstərmədən, amma işinizi də nə olduğunu Hı hı. demədən, indi bunun avantajını deyəcəm sizə. Hı İşinizin nə hı. olduğunu demədən paylaşımlar eləməyin avantajı bilirsiniz nədir? Hı hı. Əmsaqda uğursuz olan, şəbəkə biznesində uğursuz olan insanları belə siz Hı hı. tanıtıma dəvət eləyib, onların necə deyim, bir daha öz şəbəkə biznesinə şans vermə kimi imkan yaradırsınız o insanlar üçün. Hı hı. Məsələn, bir insana desən ki, konkret olaraq mən Home Life-da işləyirəm. Dünənləri bizim pulsuz Hı master hı. klassımız oldu, xanımlar dinlədilər. Əgər sizin belə deyim də, deyirsən ki, bir insana konkret olaraq mən Home Life-da işləyirəm. Hı hı. Mən şəbəkə biznesindən maraqlanmıram. Hı Amma hı. sən o insanın pul qazandığını desən Hı və hı. o insan səndən soruşsa ki, sən harda işləyirsən, Vüsalə xanımın sözünə qüvvət, sən onu normal şəkildə bir sunuma dəvət elə, təqdimata dəvət elə. Hı hı. İstəyir sosial şəbəkədən gəlmiş olsun o insan, istəyir səndən şəxsi görüşən insan olsun. Hı Fərqi hı. yoxdur. Dəvət zamanı, yəni ən səhv edilən birinci hərəkət işiniz və şirkətiniz haqqında məlumat verməkdir. O Hı insanın hı. artıq sizə tanıtım şansı vermədən sizi rədd eləməsinə səbəbiyyət verirsiniz. Mən bir də belə bir şey vardı. Məsələn, mən bir dəfə kontent yaratdım. Mən özüm elə bir əlavə olaraq həm də müəlliməyəm də və kontenti sırf bununla əlaqələndirdim ki, mən müəlliməyəm, amma tək müəllim maaşı ilə kifayətlənmirəm. Eyni zamanda network marketinqlə məşğul oluram və onu reklama çıxartdım. Və geri dönüşlərim də gəldi. Sadəcə təəssüf ki, mənim təcrübəsizliyimdən irəli gəldi, yoxsa nə, mən o geri Siz dönüşləri qeydiyyata sponsorunuzdan bağlaya bilmədim. yardım al. Aynura xanım, bəs bu vaxtda siz niyə görə sponsorunuzdan dəstək istəmədiniz? Sizə müsahibə keçməyə, insanları yönləndirməyə kömək eləsin. Bax, indi bəlkə də elə buraxdığım səhvlərdən biri də oldu ki, məsələn, bir üstümlə mən bu işi yerinə yetirsəydim, mən tək başıma onlarla belə deyək, Eyni paylaşım əgər siyaza sizdə keçdim. tutubsa, onu ikinci, üçüncü, dördüncü, beşinci dəfə də eləyə bilərsiniz. Bir paylaşım bir dəfə tutursa, hər dəfə tutur. Aha, yəni çox geri dönüşlər gəlmişdi həqiqətən. Sadəcə onları artıq mənim bax o qeydiyyata sala bilməməyin ən böyük səbəbləri mən düşünürəm ki, o təcrübəsizlik oldu. Onlarla necə danışmalıyam, onları necə cəlb etməliyəm, komanda qurulandan sonra onlarla mən artıq necə işləməliyəm. Bax bu kimi şeylərdə mən tıxandım. İndi Aynura xanım, sizə bir şad xəbərim də var. Mhm. Əgər siz bunu dərk edirsinizsə, siz gələcəkdə çox gözəl lider olacaqsınız. Ay inşallah, Ən inşallah azından istədiyim məndə odur. alınmır deyib qaçmamısınız. Yox, çox istəyirəm. Bu işi mən həqiqətən çox sevirəm. İndi yəqin ki, məni o Həcər xan falan tanıyır. Mən bu işi çox sevirəm, çox bəyənərək eləyirəm və burdan mənim hədəflərim çoxdur, məqsədim çoxdur. Sadəcə biraz mənə kömək, dəstək lazımdır ki, mən bax bu işin strategiyasını ki tutdum, o Türklər demiş, matematiyi ki tutdum, ondan o yana mən bilirəm ki, gələcəkdir. Çünki mən buna həvəslə eləyirəmsə, mən bilirəm ki, burada mən nəsə bacaracağam, nəsə qazanacağam. Sadəcə biraz mənə bax o kömək lazımdır. Mən bilməliyəm ki, hardan başlayım, nə edeyim, necə eləyim. O yavaş-yavaş təlimlərə qatıldıqca, liderinizlə söhbət etdikcə, əsas odur ki, liderinizdən, sponsorunuzdan bax belə bərk yapışın. Ətəyindən tutun buraxmayın ki, mənə öyrət. Sən bunu mənə borclusan. Bura sən məni gətirmisənsə, sən bunu mənə borclusan. Bax, tələb eləyin. Tələb eləməsəz, o nə o sponsor sizə öyrətməyəcək, nə o lider sizə öyrətməyəcək. Onsuz da gəlib yatıb deyib vaz keçəcəklər sizdən. Siz özünüz işdə olun. Başa düşdüm. İnşallah görək necə olur. Çox sağ olun, vaxtınızı ayırdınız. İnşallah Sağ olun, əzizim. bir gün istədiyim o yerlərə mən də gələcəm Allahın izniyle. Amin, inşallah. Gələrsiniz, əmin olun.
İnşallah. Təşəkkür edirəm. Çox sağ ol. Axşamınız xeyir olsun. Zeynəb Musayevadır danışan. Xeyr, Zeynəb Misirxanova. Aha, Misirxanova. Niyə soruşdunuz ki? Səsiniz nəsə tanış gəldi, ona görə soruşdum. Yox, Zeynəb Misirxanova. Belə deyim də, mən özüm 6 il əvvəl tanış olmuşam şəbəkə biznesi ilə. Sonda, axırda belə deyim də, 3 il uğursuzluqdan sonra sonda dedim ki, bəsdir artıq bu qədər. Bunu insanlar necə eləyirsən, mən gedib tapacam. Mən bunu tapacam. Tapandan sonra da ehtiyacı olan hər kəsə öyrədəcəm. Mən bu məqsədi qoymuşdum qabağıma. Və bu işlə tanış olandan sonra mən bilirsiniz nəyə kəşf elədim. Mən bura qoşulanda ilk əvvəl həqiqətən də gəlir qazanma məqsədi ilə qoşulmuşdum. Ki, mənim həqiqətən də sözün əsl mənasında çox ciddi şəkildə gəlirə ehtiyacım var idi. Halbuki mənim 6 aylıq körpəm var idi. Mən ona qida belə almağa pul tapa bilmirdim. Yəni sözün əsl mənasında bu idi. Onun bunun paltarını geyindirdim övladıma, yalan deməyəcəm. Hər bir insan, belə deyək də, hər bir insanı güclü eləyən onun yaralarıdır. Bax, məndə də bu yaralarla başladı bu iş. Mənə dedilər ki, əlavə gəlirə ehtiyacım varmı? Dedim, var. İlk təcrübəmdə fabelliklə olmuşdu. Qoşuldum və bilirsiniz, mən neynəsəm də uğur qazana bilmirdim. Axırda mən dərk elədim ki, mənim düzgün etmədiyim axı nələrsə var. Niyə görə başqa insanlarda alınır, məndə alınmır? Və mən bu işi artıq başladım dərinliklərlə öyrənməyə. Öyrəndikcə mən əslində hiss elədim ki, mən bu iş üçün doğulmuşam. Mən bu işi sevirəm. Mən insanlara ilham verməyi, insanları öyrətməyi, onların həyatına toxunmağı sevirəm. Artıq ondan sonra mən tam qərar verdim ki, bəli, mən bu işi eləməliyəm, bunun ustası olmalıyam. Siz də öz zəif nöqtələrinizi tapın, o öz zəif nöqtələrinizin üstünə gedin. Və görəcəksiniz ki, bu iş, o sizin həm zəif nöqtənizi gücləndirəcək, həm də ki, sizə bu həyatda tamamilə nə arzulayırsınız. Bax, ona kömək eləyəcək sizə tapmağa. Həqiqətən də şəbəkə biznesi, network marketing bir dəryadır, bir möcüzədir. Hər kəs burada öz yolunu tapa bilər. Amma bəzi insanlar çox təəssüf ki, çox tez vaz keçirlər, çox tez yəni özlərinə olan inamını itirirlər. Təəssüflər. Düzdür, əzizim. Çox təəssüf olsun ki, əslində o şey olan mərhələdə ki, hansı ki neqativə düşürlər, yox məndə alınmır deyib dirənsələr, alınmayıb deyib dala çəkilməsələr, qabağa geçsələr, onlar da alınacaq. Leyla xanım, inşallah bir gün belə bir şey eləyərik. Çox şad olaram əzizim. Dünənləri biz Elvin bəyin komandası ilə pulsuz master-klass elədik. Vüsələ xanım, siz də qoşulmuşdunuz pulsuz master-klass. Bəli. İndi master-klassımızın son 2 dərsi qalıb. Onlar da qulaq asıb dinləyəcəklər. İnşallah. 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 Əslində Elvin bəy, siz çox İnşallah, güclü Zeynəb xanım. lidersiniz. Sağ olun əzizim. Elvin bəy, siz çox güclü lidersiniz. Sadəcə olaraq sizdə bir-iki şeylər var. Onları yerinə oturandan sonra sizin komandanız böyüyəcək. İnşallah düzgün çatır. İnşallah. Hələ ki, hər bir, belə deyim də, komandanla target mütəxəssis sponsoru olmur. Bu, onlar üçün çox böyük bir avantajdır. İstifadə eləməyi öyrənməlidirlər. Bir şey soruşum. Bu Zeynəb xanımla necə əlaqə saxlamaq olar? Mən Zeynəb sizə xanım buradadır. Yox, ümumiyyətlə də Zeynəb- başqa bir vaxtda da. Zeynəb xanıma elə bir ki, mən dəvət eləmişəm komandama təlim keçsin deyə. Biz o barədə sizlə danışayıq, Vüsələ xanımla danışayıq. Yəni onu elə bir ki, mən razı salmışam da belə deyək. Mən yəni onunla razılığa gəlmişəm Əslində şərtlərlə. məni Firəngiz xanım razı salıb. Məni Hə, Firəngiz yəni- xanım tapıb, Firəngiz Yəni gətirib. birbaşa Zeynəb xanımla əlaqə saxlamaq olmaz. Yox, belə deyim də, yəni mən Zeynəb xanım yəni təlimə qoşuldu, Vüsələ xanım təlim verdi də. Onu biz danışayıq da. Yəni çünki o, hələ Zeynəb xanım hələ mənim elə bir ki, biz onu müəyyən bizim Vüsələ xanımla planlarımız var. Yəni ki, Zeynəb xanımla bağlı da, yəni ümumiyyətlə. Bəs Zeynəb xanımın niyə xəbəri yoxdur? Yox, yəni ki, şeyə də deyildi. Yəni o danışmışıq da onu yəni. Elvin bəy, Zeynəb xanım özü danışa bilirsə, qoy özü cavab versin. Olar, olmaz. Yox, məsələ bitmədi. Yenə də mən bu məsələyi də Vüsələ xanımla danışmışdım. Hələ Zeynəb xanım biz qeydiyyata salmamışıq. Yəni onu istəyirik ki, yəni belə deyək. Qeydiyyatdan getmir ki, siz onu Yox, qeydiyyata salın. Allah onu olar bu sizə məsələni qismət sonra eləsin. danışaq. Yəni Nə sizin də çər istəyirsiniz eləsin, Ya, bu məsələni sadəcə sonra özü müzakirə- ilə əlaqə saxlayın. yəni bu məsələni bir sonra müzakirə edərik də, olarmı? Yəni çünki yaxşımı? Yəni Vüsələ xanıma yazarsınız, məsələni sonra müzakirə edərik. Sizin hər şeyiniz gözəldir, heyf ki qısqancsınız.
Yox, qısqanc deyiləm. Mən bu məsələlərlə bağlı indi biz bilirsiniz də, bir neçə hadisə baş vermişdi bu. Sara xanım da bilir, Həzər xanım da bilir. Yəni ona görə mən istəmirəm ki, yəni bu şeylər təşkilatlansın da. Yəni Həzər xanım da burdadır. Yəni elə şeylər var ki, yəni seminarda bunu kayd edirik də, qoyacağam YouTube-a. Elə şeylər var ki, yəni bunu buranın söhbəti deyil də, belə deyək. Elə şeylər var ki, sonra söhbət olunacaq. Yəni bu rekord gedir də burada, belə deyim. O söhbətlərə sonra Zeynəb eləyərik xanım, inşallah. ağzınıza sağlıq. Çox gözəl sağ seminar olun, verdiniz. Yəni danışdınız, gözəl bilgilər Sağ olun, verdiniz. Allah razı olsun sizdən. Başqa da yenə sualı olanları varsa, kimisə yenə başqa nəsə sualı varsa, versin, yoxdursa, məncə artıq gecdir, Artıq qapadaq. bir saat yarımdır və 2 saatdır Bəli, bəli, bunlardayıq. bəli, bəli. Bu arada Vüsalə xanım, mənə bax, öz şəxsi seminarınızda söz verdiyiniz üçün, mənə belə sərbəst danışma, ifadə eləmə imkanı verdiyiniz üçün sizə təşəkkür edirəm. Bu mənim üçün həqiqətən də böyük bir, belə deyim də, qürur oldu ki, mən sizin xanımla birbaşa belə bir böyük bir təlimdə iştirak elədim. Düzdür, böyük təlimlərim olub, amma təlimin böyüklüyü onu Xoşdur, idarə niyə də edən yox. şəxsdən asılıdır. Çox sağ olun, təşəkkür edirəm sizə. Siz sağ olun, siz sağ olun. Allah razı olsun sizdən də. Çox Başqa sağ da olun. sualı olanlar varsa, qızlar verin, yoxdursa kapataq. Qapadaq. Məncə İnşallah qapataq. gələn. Çalışaram ki, Esmira xanım tez-tez qoşulum Vüsalə xanımın təlimlərinə. Sağ olun əzizlərim, çox sağ olun. Həqiqətən bu günləri qürurlandım və bir daha da inandım ki, mən həqiqətən özümə çox gözəl bir iş seçmişəm. Bəli, bəli. Düzdür. Elədir. Çox səmimi komandanız var Vüsalə xanım, çox gözəldir. Yəni belə insanlarla işləmək həqiqətən gözəldir. Sağ olun. Allah razı olsun. Allah sizə də qismət eləsin. Bilirəm sizin də komandanız var. Bundan da yaxşıları olsun. Daha da yaxşısı olsun inşallah. İnşallah. Mənim əslində belə deyim də, sırf yanlış seçim etdiyimdən dolayı mənim çox böyük bir komandam dağıldı. İnşallah siz doğru Seçimin seçim önəmini eləmisiniz. həqiqətən Birlikdə görürsünüz. işləyəcəyik. Yaxşı İnşallah. işlər görəcəyik. Özünüz görəcəksiniz ki, elə ən doğru yerə gəlmisiniz. Allahın İnşallah. izni ilə. İnşallah əzizim, inşallah. Mən artıq Görürsünüz sağollaşmaq qızlar da deyir ki, istəyirəm. o zaman qatılın aramıza. Allah qismət eləsin. Maşallah olsun. Çox gözəl, çox güclü lidersiniz. Çox sağ Üzünüzə olun. demək olmasın. Çox gözəl danışırsınız, səlis danışırsınız, axıcı danışırsınız. Gələcəyin çox güclü bir liderisiniz. Yəni zaten güclüsüz də gözəl bir komanda qura bilərsiniz Ersaq şirkətində. İnşallah İnşallah. mən özüm də sizə dəstək olmağa hazıram. Allahın izni ilə birlikdə gözəl işlər görəcəyik. İnşallah biz də ona kömək edəcəyik. Sara xanım da mən də kömək edəcəyik. İnşallah. İnşallah. Belə deyək İnşallah. də, bax buradan sonuncu toplantını sonlandırmamışdan qabaq bir dənə bir şey deyim. Baxın, şirkət seçimi həqiqətən önəmlidir. Bilirsiniz ki, Bəli. insanlar yəni belə deyim də, yoxlayırlar, yanılırlar. Mən sonuncu dəfə etdiyim yanlış şirkət seçimindən dolayı o boyda komandamı itirdim. Yəni siz də əlinizdə gözəl bir şirkət var ikən bunu dəyərləndirin. Başqa insanların verdiyi vədlərə Bax, bəli. Bax, indi Zeynəb xanım çox gözəl nüansa toxundunuz. 7 ildir biz bu işlə məşğuluq. Bu da bir daha sübut eləyir ki, biz o problemi yaşamadıq da. Yəni mənlə birlikdə başlayan xanımlar da, liderlərimiz, müdirlərimiz hələ də bizlə davam eləyirlər. Davam eləyənlər də var əlbəttə ki, o da səbəb olaraq o idi ki, kimsə tutaq ki, çalışmırsa, çalışa bilmirsə, iş apara bilmirsə, yəni hamı şəbəkədə qabağa gedəcək deyə bir şey yoxdur. Amma burada %90% deyərdim ki, bizim komandalarımız bizlə gedirlər. Çünki həqiqətən də şirkət seçimimiz gözəldir. Ersaq bir möcüzədir, Ersaq bir möhtəşəmdir. Bilirsiniz, bir insan qazanmırsa belə, əgər o şirkətin məhsullarından məmnundursa, o şirkəti tərk eləməz. Mənim ən böyük səhvim şirkətin məhsulları, hətta yalan olmasın, yəni lazımsız olan məhsulları sırf qazanc planı yaxşıdır deyib, lazımsız məhsullar olan bir şirkət seçdim mən. Və sonda da bilirsiniz nə oldu? Artıq yəni mənim distributorlarım bir-bir tərk elədilər komandanı ki, biz zibil satmaq istəmirik.
Hə. Siz axırda axırıncı dəfə dediyiniz şirkəti deyirsiniz də, düzdür? Mənə demişdiniz Yox, o şirkət. axırıncı dəfə yox, ondan qabaqki şirkətim. Axırıncı dəfə əməkdaşlığa başladığım şirkətdən elə vəbşə heç başlamamış dayandırdıq. Niyə görə? Çünki Hı. artıq bax, bayaq Vüsələ xanım dedi, dürüstlük çox önəmlidir. Bunu mən sizə indi deyim. Mənim Bəli. şirkətə təqdimatına getdiyim lider mənə yalan danışdı. Məni aldatdı. Yəni mənə komanda falan vəd eləməmişdi ha. Mənə bilirsiniz nə vəd Hı hı. eləmişdi? Dürüst qazanc planı mənə o vəd eləmişdi. Amma qazanc planını belə o mənə yalan demişdi. Yəni sırf mən komandamla birlikdə gedim qoşulum deyə olmayan şərtləri özündən çıxardıb demişdi. Pis şərtləri dəyişdirib, gözəlləşdirib mənə demişdi. Baxın, dürüstlük burada önəmlidir. O Hı hı. artıq yəni bu Bəli. etdiyi yanlış tanıtımla mənim kimi bir lideri və komandanı itirdi. Girdi. Bəli. Düzdür. Ona görə həmişə çalışın, dürüst olun müsahibədə. Heç kimi aldatmayın, sırf gəlsin, qoşulsun, məhsul alsın deyə. Onsuz da o insan Qətiyyən gəlib olmaz. gəlməyəcək. Bəli, qətiyyən olmaz. Dürüst olmaq lazımdır, düz danışmaq lazımdır. Düzdür. Yaxşı, əzizlərim, mən artıq ayrılmaq məcburiyyətindəyəm. Sabah Tamam. mən uzun yola çıxacağam. İnşallah ki, bu günlər əslində biz master-klassın 2-ci günü planlamışdıq. Getdi, insanlar da yorğundular. Sabahları inşallah biz onu təyin edib keçərik. Bəli, tamam. Tamam inşallah. Oldu, sağ olun Oldu. Sağ əzizlərim. olun. Gecəniz Mən xeyir. minnətdaram həm Kamaldaya, Sağ həm ol. sizə Müsailə xanım. Sağ ol. Siz də sağ olun. Sağ olun. Sağ ol. Sağ olun. Sağ olun.